Əkrəm Əllisli bir misranın yuxusu, yaxud ya şerindən reportaj, povest. O gün Sadıq kişi, bu gün də bu. Qəribə şeydir. Sən demə buzbulaqlılar Bakıda da ölə bilərmiş. Amma bunun nə qəribədir görəsən? Adam adamdır, ölüm də ölüm. Adam hər yerdə ölə bilər. Axtarsa lap Berlində də bəlkə buzbulaq adamının qəbri tapılar. Mən hələ köhnə əyyamları, Məkkəni, Bağdadı, Kərbəlanı demirəm. O əyyamlarda buzbulaqlılar o yerlərə həmişə ziyarətə gediblər. Və heç mümkün deyil ki, o cür uzaq səfərdə kimsə azarlayıb, oralarda ölməmiş ola. Maraqlıdır, görəsən buzbulaqlılardan Sibirdə də ölən olubmu? İnanmıram, çünki heç vaxt eşitməmişəm ki, haçansa hər hansı bir buzbulaqlı Sibirlik iş tutmuş ola. Biri kəndin ən nüfuzlu din xadimi Molla Nur Məhəmməd idi ki, o da deyirlər Gəncədə, yəni Kirabatda ölüb. Biri tacir Məşədi Murtuz idi, biri mülkədar Kəblə Kazım idi. Gərək ki, vəssalam. Bunlardan da biri Kəblə Kazım lap yaxın vaxtlarda Zaqatalada rəhmətə getdi. Məşədi Murtuz isə deyirlər Qubadadır, sağ-salamatdır, hətta deyirlər ki, indinin özündə də onun 90 yaşlı kişinin dişlərinin hamısı ağzında cağ-bacaqdır. Deməli, buzbulaq adamının kənarda öləni indiyəcən də olub, indən belə də olacaq. Onda bəs buzbulaqların Bakıda ölməyi niyə mənə belə qəribə gəlir? Bəlkə ona görədir ki, mən indiyəcən bu barədə heç vaxt fikirləşməmişəm. Bir də belə hadisə indiyəcən Bakıda deyəsən heç olmayıb axı. Hər halda mən buzbulaqda məktəbi qurtarıb gəlib burada instituta girənəcən belə şey şübhəsiz ki, olmayıb. Olsaydı mütləq eşidərdim, çünki kim olur olsun və harada ölür ölsün, əgər o adam buzbulaqlıdırsa, onun ölüm xəbəri buzbulağa gec-tez mütləq gedib yetişir. Bir də burası var ki, buzbulaqlılar özlərinin kənardakı adamlarını heç vaxt yaddan çıxartmırlar. O adam buzbulağın üzünü istəyir, lap 100 il görməsin. Çünki kim hara gedir getsin, ondan buzbulaqda nəsə mütləq qalır. Kiminin qohum qəbiləsi, kiminin ağac budağı, kiminin də ki, sahibsiz damdaşı, yaxud uçuq divarı. Buzbulaqda hələlik heç vaxt belə iş olmayıb ki, birisi bir yana gedəndə damdaşını satıb gedə. Damdaş satmaq buzbulaqda insan adına yaraşan əməl hesab olunmur. Ya deyinə damdaşımı satıram, ya da de, insanlıq cərgəsindən bir dəfəlik çıxıram. Buzbulaq cəmaatının təsəvvüründə bunların hər ikisi təxminən eyni şeydir. Ona görə ki, hər kəsin evində onun öz ata-anasının ruhu var və o evdə çıraq yandırıb ata-ananın ruhunu şad etməyə əgər sənin gücün, mərifətin çatmırsa, qoy o ruhsa da bari orada həmişə rahat qalsın. Ata-ana ruhunu yer yurdundan dərbədər eləmə. Həm də buzbulaqda çətin adam tapılar ki, kiminsə damdaşına yiyə dura. Dursa da beləsini damdaş yiyəsi hesab eləyən çətin tapılar. Evsizdir vəssalam. Buzbulaqlıların nəzərində beləsi dünya durduqca evsizdir. Buzbulaqda çox evlər var ki, onların yalnız xarabası qalıb. Ancaq o xarabanın yerində də heç kəs gedib öz başından özünə təzə yurt bina eləməz. Ya gərək xarabanın yiyəsi tapıla, ya da o xarabaya heç olmasa azmaz haqqı çatan bir adam. Gərək o adamın necə deyər, saqqalının altından mütləq keçəsən, halallıq verəsən, icazə alasan. Əlbəttə, əgər ev tikən insandırsa və o evdə insan kimi yurt salmaq istəyirsə. Və deməli, buzbulaqlıların yadından heç vaxt çıxmamaq üçün orada səndən lap bir quruca xaraba da qalsa kifayətdir. Buzbulaqda 4 yaşlı uşaqlar da bilir ki, o uçuq ev elə-belə uçuq ev deyil. Məsələn, Molla Nur Məhəmmədin xarabasıdır, yaxud tutaq ki, Məşədi Murtuzundur, yaxud rəhmətli Kəblə Kazımındır. Deyirlər, eşidir, bilir. Burada möcüzəli bir şey yoxdur. Bu işin azmaz möcüzəsi varsa, o da bəlkə orasındadır ki, istəyirsən lap 100 ildən sonra qayıt buzbulağa gəl. Əgər bir vaxt buzbulaqdan getmisənsə, yenə buralısan, buzbulaqlısan. Evin qalırsa sənindir, evinin xarabası qalırsa o da sənindir. Və əgər birisi sənin xarabanın yerində səndən xəbərsiz təzə damdaş salıbsa, o damdaşın heç olmasa bir otağı sözsüz səninkidir, buna şübhən olmasın.
Tək ki, sən gəl çıx buzbulağa. Küçədə rastına çıxan birinci uşaqdan xəbər al, deynə, Kəblə Kazımın evi haradadır? Uşaq deyər ki, Kəblə Kazım Zaqataladı ölüb, amma evi filan yerdədir. Qabağa düşüb səni gətirib bir uçuq divarın yanına çıxardar və sən öz gözünlə görərsən ki, Zaqatalada ölən Kəblə Kazım buzbulaqda hələ də qalır. Və elə o uçuq divara baxdığın yerdəcə bəlkə səni çağıran da tapılar. Dönüb baxanda görərsən ki, küçənin bir yerində sən adda bir uşaq gizlənpaç oynayır. Məsələn, Nur Məhəmməd adında. Və onda arxayın olarsan ki, hətta Allahın özünün də sərf nəzərindən çoxdan düşmüş o cür məğmun bir peşə sahibinin bu cür uzun, əndazəsiz adını da buzbulaq cəmaatı yerdə qoymayıb. Burası sənə xüsusilə ləzzət verər. Amma orasını da deyim ki, bu buzbulaq uşağına gərək çox da üz verməyəsən. Yoxsa qoşun kimi dalınca tökülüşərlər, Molləmi deyə də düz Kirovabadın qəbristanlığınaca səni meymun tək oynadı apararlar. Necə ki, buna oxşar bir oyunu keçən yay o uşaqlar rəhmətlik Sadıq kişinin başını açırdılar. Halbuki Sadıq kişi molla deyildi. Hə, qardaş, necədir sənin üçün buzbulaq uzun işdir? Canım gözüm, buzbulağın belə-belə qanunları çox. Amma sən heç də elə bilmə ki, buzbulaq belə-belə işlərdə yeganə egzemplyardır. Göydən düşüb ya da mən buzbulaqlı olduğuma görə burada yaz yerində oturub bekarçılıqdan olanı olmayanı öz-özümə çərələməklə məşğulam. Bir də sən Allah, elə bilmə ki, buzbulaqda kənd soveti yoxdur, var. Kənd soveti də var, kolxoz idarəsi də. Qanun da var, kitab, dəftər də. Amma orası da var ki, bu dediklərim olan yerdə dəftər, kitab lazım olmur. Bu yerdə buzbulağın özü həm dəftərdir, həm kitabdır. Gərək incimə mən ölüm. Bir balaca savadın ola ki, o kitabı oxuya biləsən. İncimə canım gözüm, elə mən özüm də institut qurtarmışam. Əslində sən deyən kəndillik də qalmayıb məndə. 20 ildir ki, şəhərdə yaşayıram, amma buzbulaq adamının Bakıda ölməyi neynim, qəribə gəlir mənə. O gün Sadıq kişi, bu gün də bu. Bəlkə bir saatdan çox olardı ki, mən buradaydım. Bu həyətdə, bu boz brezent çadırın altında, bu yaz yerində. Ölən yaxın adam idi, qadın idi, qapı bir qonşu idi. Hətta bir vaxt ibtidai məktəbdə bir müddət mənə dərs də demişdi. Amma sən bir işə bax ki, yaşına gəldiyim bir adamın, qapı bir qonşumun, müəllimimin sifətini bircə anlığa gözümün qabağına gətirmək üçün bir saatdan da çox idi ki, mən burada əzab çəkirdim. Nə danışırdım, nə danışılanlara qulaq asırdım. Oturub fikirləşirdim, ağlıma yaxın uzaq min cür şey gəlirdi, ancaq o sifət gözümün qabağına gəlmirdi ki, gəlmirdi. Sonra zehnin bir balaca işıqlanan kimi oldu, onların bizim kənddəki damımıza az qala bitişik olan damlarını gördüm. Buzbulaq məktəbinin həyətini gördüm, buzbulağın bir-iki çeşməsini gördüm və elə bu yerdə də nədənsə o gün rəhməti gedən Sadıq kişi bir də yadıma düşdü. Çünki bildir, yay vaxtı kənddə məzuniyyətdə olanda mən Sadıq kişini buzbulağın küçələrində çox görmüşdüm. Özünün dediyinə görə Sadıq kişi 58 il buzbulaqda olmamışdı. Yaz açılandan köçüb gəlmişdi. Güya buzbulaqda həmişəlik qalacaqdı. Petuq, bilboteka, üzün gülsün Sadıq kişi. Nəysə Sadıq kişinin kənddəki damı daşı elə xarabı deyildi ki, içində adam oturaydı. Sadıq kişi rəhmətlik Qəmər arvadın kimsəsiz evində qalırdı. Qəmər arvadın evi nisbətən abad idi. Amma həyətin küçəyə sarı divarının bir uçub tökülmüşdü. Buna görə də buzbulağın hələ təzə-təzə yumurtadan çıxanları o divarın yerindəki daş kərpic qalağının üstündən asanca aşıb, Sadıq kişinin yazda özəli ilə əkib becərdiyi və hər çiçəyi, hər yaşıl yarpağı ilə fəxr elədiyi xiyarlığa ara bir möhkəm divan tuturdular. Dayan, o başda əlləşən Qəmər xalanın oğlu Rəfi deyilmi? Odur, özüdür ki var. İnsan uçuq divara nə yaman oxşayırmış ilahi. Yazıq Qəmər xalam. Rəfinin buzbulaqdan haçan didərgin düşdüyünü və niyə didərgin düşdüyünü bilən az idi. Amma buzbulaqda uşaqlı böyüklü hamı bilirdi ki, Qəmər xalanın Rəfi adlı bir oğlu var. Sonra dava başlandı və hamı bildi ki,
Qəmər xalanın Rəfi adlı oğlu da davaya gedib. Sonra dava qurtardı. Hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu o davada ya ölüb, ya da etkin düşüb. Amma Qəmər xalanın Rəfi adlı oğlu sən demə nə ölmüşdü, nə etkin düşmüşdü. Qəmər xalanın oğlu haradası əsir düşmüşdü. Sonra eşitdi ki, Qəmər xalanın oğlu əsirlikdən də qurtarıb, gəlib Bakıya özü də deyirdilər, yaxşı qayıdıb sağ-salamat, ətli canlı, əynində də təptəzə şivyot kostyumu. O şivyot kostyumun xəbərini buzbulağa gətirən adamın adı da Qəmər idi. Bu Qəmərin işi gücü Bakıdan iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad tursiki və s. belə qiymətli şeylər alıb gətirib buzbulaqda satmaq idi. Naxt da satırdı, nissə də verirdi, üstəlik meyvə qurusundan tutmuş motal pendir necə dişə dəyər, nə versələr götürürdü. Bu Qəmərin tez-tez Bakıya getməyinin sayəsində o vaxtlar buzbulaq məktəbinin lap aşağı siniflərində də hər qızın barmağında bir yalancı üzük parıldayırdı və məktəbin direktoru Zinyət Şəkərək qızının coğrafiya dərslərində o üzüklərin hesabına biz oğlanlar vaxtaşırı kef eləyirdik. Çünki o yalancı üzüklərdən bircəciyicə bir qızın barmağında görəndə Zinyət Şəkərək qızı mütləq sinifdəki qızların hamısının əllərinə baxırdım. Hətta bəzən yazı lövhəsinin qabağında qızların ciblərini də axtarırdı. Bunun dalınca yüngül tənbih gəlirdi, yəni Zinyət Şəkərək qızı öz qalın xətkeşi ilə qızların əllərini o qədər döyəsləyirdi ki, bundan sonra o qızlar 10-15 gün nə çeşmədə qab yuya bilirdilər, nə evdə saçlarını daraya bilirdilər. Zinyət Şəkərək qızının ağır tənbihi lap uzun iş idi. Bura xətkeşdən əlavə bir ayrı cəza da daxil idi. Oğlanların qabağında qızlar hönkür-hönkür ağlatmaq. Məsələn, baxın uşaqlar, başında bit var bunun. Ay qız, sən heç utanmırsan? Başında bit ola barmağına üzük taxırsan? İndi gəl ağlama görüm necə ağlamırsan. Cəza qurtarandan sonra Zinyət Şəkərək qızı həmin o yalancı üzüklərin arxasında gizlənən dəhşətlərdən, keçmişdən və gələcəkdən xeyli vaxt sakitcə söhbət eləyirdi. Nə köhnə dərsi soruşurdu, nə təzə dərs tapşırırdı. Beləliklə də bizim həm bugünkü dərsdən canımız qurtarırdı, həm də təzə dərs öyrənmək sərf edəcəyimiz vaxt özümüzə qalırdı. Və nəhayət bir vaxt buzbulaq məktəbində sözlərin ən məşhur olan meşşan sözü də şübhəsiz ki, Qəmər arvadın Bakıya tez-tez getməyinin sayəsində meydana çıxmışdı. İlk dəfə Zinyət Şəkərək qızının bizim məktəbin həyətində həmin o yalancı üzüklərə həsr olunmuş böyük iclasda dediyi o söz bir müddət bütün müəllimlərin dilinin əzbəri olmuşdu. Və bəzi qadın müəllimlər o sözü təkcə dərs vaxtı deyil, hətta çeşmədə qab yuyanda və təndirdə çörək bişirəndə də deyirdilər. Çünki insanın savadlığına dəlalət eləyən bu cür sözlərin sayı buzbulaqda o qədər də çox deyildi və üstəlik insanın savadlığına dəlalət eləyən hər təzə söz də bu qədər asanlıqla dilə yatmırdı. Amma söhbət bunda deyil. Söhbət burasındadır ki, Qəmər arvadın Rəfi adlı oğlunun Bakıdan heç vaxt gəlməyəcəyi xəbərin də bir gün buzbulağa həmin o iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad tursiki və yalancı üzük satan Qəmər gətirdi. Və bu gözlənilməz xəbəri kənddə uzun müddət hərə öz bildiyi sayaq yozdu. Kimi dedi, bizim yer sərhəd yeridir. Rəfi də əskərlikdə etibarsızlıq eləyib. Buna görə onun buzbulağa gəlməyinə icazə vermirlər. İcazə versəydilər gələrdi. Kimi dedi, sərhəd zat bəhanədir, istəsə gələr. Yəqin ona görə gəlmir ki, yenə böyük iddiası var. İndi də Bakıda bir ayrı professoruna kəllə-kəlləyə gəlməyə hazırlaşır. Dedilər, Rəfin anası da kitabdır, arvadı da. Və bunu o biri Qəmər az sonra Bakıdan gətirdiyi təzə xəbərlə təsdiqlədi. Güya Rəfi öz dili ilə ona deyib ki, mənimki buzbulaqla çoxdan qurtarıb. Deyib ki, anama deyin, elə bilsin, mən adda oğlu zadı yoxdur. Elə hesab eləsin ki, mən o davadan da heç gəlməmişim, ölüb qalmışam oralarda. Amma belə şey heç mümkün idimi ki, əynində təptəzə şivyot kostyumu olan sağ-salamat bir adamı göz görə ölmüş hesab eləyəsən.
Və günlərin bir günü Qəmər arvad o biri Qəmərə qoşulub Bakıya getdi. Hamı belə hesab eləyirdi ki, oradan Qəmər arvad ya Rəfi ilə bir yerdə gələcək, ya da əgər Rəfsiz gəlsə, çox pis gələcək. Gərək bundan sonra bir müddət Qəmər arvadın gözünü görünməyəsən. Qəmər arvad Bakıdan Rəfsiz gəldi, amma qətiyyən pis gəlmədi. Əksinə mən deyərdim ki, hələ getdiyindən də qat-qat yaxşı gəldi. Qıvraq, sevincək, həmişəki kimi zarafatçıl, üstəlik əynində də çadrasının altında bir təzə şivyot pencək, kişi pencəyi və Bakıdan gələn kimi Qəmər arvad kənddə birinci bunu elan elədi ki, bəs bütün yer üzündə Sovet hökumətinə bərabər qeyri bir hökumət zad yoxdur. Əgər əvvəllər o buna bir inanırdısa, indi gedib Bakını və Rəfini görəndən sonra hesab eləyin ki, 1000 inanır. Dedi ki, dünyada o cür yerlər ola ağıllı adam bu buzbulaqda gəlib heç yaşamaz da. Nə var burada dərədən, təpədən savayı? Bura dedi, yaşamalı yer olsaydı 124.000 peyğəmbərin heç olmasa tək birinin qəbri burada olardı. Və Rəfi də lap yaxşı eləyir ki, gəlmir bura. Gəlib burada neyniyəcək? Bir para görməmişlər kimi bu kalxozu çalıb çapmayacaq ki. Qəmər arvad dedi ki, bu kəndi acqurt kimi söküb dağıdanlar var. Amma mən dedi, oğul böyütmüşəm, qurt böyütməmişəm və heç istəmirəm də ki, mənim oğlum gəlib burada bu cür qurtların üzünü görsün. Bəli, Qəmər arvad o vaxt Bakıdan belə gəldi. Amma o vaxt Qəmər arvad Bakıya gedəndə sən demə Rəfi Bakıda heç yerli dibli yoxmuş. Hardaymış Allah bilir, amma Bakıda yoxmuş. Və Qəmər arvadın əynindəki o şivyot kişi pencəyi kiminmiş, bunu da bircə Allah bilir. Sonra gah dedilər ki, Rəfi Moskvadadır, gah dedilər onu Yerevanda görən olub. Və buzbullaq yeşilliklə bu qərara gəldi ki, yenə Rəfi Bakının professorları ilə yola getməyib və buzbullaq Rəfinin barəsində uzun müddət elə bu fikirdə də qaldı. Çünki buzbullaq üçün belə sərfəli idi. Çünki buzbulağın uca dağları da vardı, alçaq təpələr də vardı və madam ki bunlar vardı, deməli buzbulağın Bakının professorları ilə kəllə-kəlləyə gələsi bir adam da mütləq olmalıydı. Bu mənada Rəfininki şübhəsiz ki, yaxşı gətirmişdi. Lap elə Qəmər arvadın öz bəxtidə. Çünki Rəfinin böyük professorlarla kəllə-kəlləyə gəldiyini görməzə bilməzə qəbul eləyən buzbulaqlılar Qəmər arvadın buzbulaqda məhz belə bir oğul anası kimi gəzib dolanmağına niyə də mane olmalıydilər? Və uca dağları da, alçaq təpələri də olan buzbulaqda qocalıb əldən ayaqdan düşənəcən Qəmər arvad məhz beləcə də yaşadı. Ayağına yamaklı qaloş geymədi, çadrasına ütü çəkməmiş toyası getmədi. Taxılı biçilib daşınmış kalxoz zəmlərindən arvadlar torba sümbül gətirəndə Qəmər arvad onların arasında heç vaxt görünmədi və dükanın qabağında çit üstündə, manpası üstündə, çığırtıdan qulaq batanda orada Qəmər arvadın səsini heç kəs eşitmədi. Kim bilir, ölüm vaxtında gəlsəydi və o Rəfi neçə illərdən sonra Bakıda təzədən peyda olmasaydı, bəlkə Qəmər arvad bu dünyadan beləcə də köçüb gedəcəkdi. Amma ölüm vaxtında gəlmədi. Üstəlik qocalıb əldən ayaqdan düşmüş Qəmər arvad yorğan döşəyin içində zarıya evinə gedib gələnlərə Rəfidən hələ təzə gileylənməyə başlayanda Bakıdan belə bir xəbər gəldi ki, bəs Qəmər xalan Rəfi adlı oğlu orada heç bir böyük iş zad da görüb eləmir, adicə kitabxanaçı işləyir. Bu xəbər Qəmər xalanın öz qulağına da çatdı ya çatmadı bilmirəm. Ancaq o vaxt Bakıya gedəndə Rəfinin Bakıda olmadığını Qəmər xala məhz bu xəbər çıxandan sonra boynuna aldı. Günlərin bir günü Qəmər arvadı aparıb bastırdılar. Qəmər xalanın sandığından xeyli pul tapıldı və o pulu dönə-dönə sayıb ağsaqqalların, ağbirçəklərin uzun-uzadı məşvərətindən sonra aparıb Bakıda Rəfiyə çatdırmağı qərara aldılar. Bundan ötürü həmin o iynə üskük satan Qəmərdən əlavə kəndin cavanlarından da 2 nəfərini seçdilər. Qəmər xalanın pulunu onların iştirakı ilə bir də saydılar. O puldan Qəbir Qazanın, Mürdəşirin və Bakıya yollanası o 3 nəfərin o baş bu başa yol xərcini hesablayıb götürdülər. Qalanını Rəfiyə göndərdilər.
Qəmər xalanın pulu olmalıydı. Çünki Buzbulağın ərlik qızlarına nişan aparan da o idi və sonra bir gün o qızların doğmaq sancısı tutanda qollarını dirsəyəcən çırmalayıb, çayından kefindən də qalmadan uşağı dünyaya gətirməyə hazır dayanan da Qəmər xalaydı. Həm də Qəmər xala təndirdə çörək yapmağın da yaxşı ustası idi və üstəlik deyilənə görə haçansa dünyanın düz vaxtları Qəmər xalanın hələ bundan da savayı sənəti varmış. Bir vaxt o evlərdə uşaqlara nağıl deyib vaxt hesabı zəhmət haqqı alarmış. Əlbəttə hər evdə yox, çünki Allahın nağıl deyəninə də zəhmət haqqı vermək hər adamın işi deyildi və lap zəhmət haqqı bir yana dursun. Bol odunu, üstü sobası olmayan və o sobanın üstündə xörək qazanı qaynamayanın nağıl nəyinə gərək idi? Və heç dünyanın o düz vaxtlarında da yəqin ki, Buzbulaqda hər adamın isti sobasının üstündə xörək qazanı qaynamamışdı. Amma bütün bunlar öz yerində, əgər nağıl danışmaq Qəmər xalanın peşəsi idisə, deməli Qəmər xalaya gərək təzə nağıllar öyrənəydi. Ya bildiyi köhnə nağılları dəyişib təzələyəydi, ya da gərək özündən təzə nağıllar quraşdıraydı. Və Qəmər xala özündən saysız hesabsız, şeirli, şeirsiz təzə nağıllar quraşdırmışdı. O nağılların çoxsu namusdan, etibardan, ər yolunda, namus yolunda boynunun vurulmağına razı olan gözəl qızlardan, gəlinlərdən, qoca atananın hörmətini dünyada hər şeydən üstün tutan ağıllı, qeyrətli övladlardan idi. Çünki isti sobalarının üstündə həmişə xörək qazanı qaynayan o evlərdə Qəmər xala öz nağıllarını əsasən hələ ərlik vaxtı çatmamış qızlara danışırdı. Və o qızların atanaları Qəmər xalaya əbəs yeri əmək haqqı vermirdilər. Buzbulaqlıların bir vaxt 3 adamlıq nümayəndə heyəti ilə Bakıya göndərdiyi pulun içində Qəmər xalanın nağıl haqqından bəlkə vardı, bəlkə yoxdu, amma deyilənə görə o pul xeyli pul idi. Və Rəfi o xeyli pulun bir qəpiyini də götürməmişdi. Və nə yaxşı ki götürməmişdi, yoxsa uca dağları və alçaq təpələri olan Buzbulaq Rəfinin adını insanlıq cərgəsinə bir dəfəlik silərdi və indi o vaxtdan 20-25 il keçsə də burada bu yas yerində bu qədər Buzbulaqlının içində Rəfi heç bir vəc ilə gəlib otura bilməzdi. Yas yerinin bir küncündə Rəfi yazıq qısılıb oturmuşdu. Nə çay içirdi, nə papiros çəkirdi, nə də bir kəsin üzünə baxırdı. Rəfinin sifəti elə bil əprimişdi, bürüşmüşdü, bozumtul şlyapasının altında alnı görsənmirdi. Təkcə gözləri görsənirdi, gözləri hərəkətsizcə, dümdüz qabağa zillənmişdi və əgər o gözlərdə zərrəcən işıq vardısa, deməli o işığın yönü geriyə olmalı idi. Rəfinin öz içinə sarı tuşlanmalı idi, çünki onun qabağa zillənən gözlərində işıqdan, işartıdan əsər əlamət də yox idi. Rəfinin bir tərəfində rəhmətlik Sadıq kişinin oğlu Nəriman əyləşmişdi. Nə Nəriman bu yas yerinə yaraşırdı, nə bu yas yeri Nərimana yaraşırdı. O ömründə Buzbulaq üzü görməyən orta yaşlı bir adam idi və burası nə qədər qəribə olsa da, onun ömründə Buzbulaq üzü görməmək elə bil baxışındanca açıq-aşkar bilinirdi. Burada oturanların bir qismini Nəriman deyəsən birinci dəfə görürdü və bir qismini isə güman ki, İlk dəfə atasının yas məclislərində görmüşdü. Və gözlərini dolandırıb o başdan bu başacan yasda oturanların hamısını baxışından diqqətlə keçirə-keçirə elə bil buradakı adamlardan hansının o yasda da olduğunu və hansının olmadığını özü üçün dəqiq müəyyən eləmək istəyirdi. Burasını dəqiq məlum eləmək o qədər də asan deyildi, amma yasda oturanların böyük əksəriyyətinin Buzbulaqlı olmağına heç bir şək şübhə yox idi və sən demə bu Bakı kimi yerdə bir prezident çadırın altına yığışanda Buzbulaqlılar elə sir-sifətdən də bir-birlərinə yaman oxşayırmışlar. Savadlı, savadsız, bəlkə 50-dən də çox adam olardı. Bildir, İnişil İnstitut qurtarıb Bakıda hələ təzə-təzə özlərinə yer eləyənlər, Sumqayıtda fəhlə işləyənlər, Bakının bazarlarında il uzunu meyvə qurusu satanlar, yasda oturanların 3 nəfəri isə Buzbulaqdan yəqin ki, elə bu gün gəlmişdi. Və sanki buranın yas yeri olduğunu vaxtaşırı yada salmaqdan ötürü onlar öz aralarında qabaqcadan şərtləşmiş kimi növbə ilə, fasilə ilə orada-burada
ağlayıb əllərinin dalı ilə gözlərinin yaşını silirdilər. Onların yuxusuz olmaqları gözlərindən bilinirdi. Oturmaqlarından, baxmaqlarından bilinirdi ki, buzbulaq elə həmişəki buzbulaqdır və üzlərinin qızartısı ilə əllərinin çatından fərz eləmək olardı ki, buzbulağa qar yağıb şaxta düşüb. Sənin anan Qəmər xala da qışda öldü Rəfi, gecə qar yağmışdı. Qəribə, yumşaq qar idi. Qışın gərək ki, birinci qar idi. Qar yağmışdı Rəfi, amma şaxta yox idi, don yox idi. Əksinə o qar yeri biraz da yumşaltmışdı və qəbir qazanlar da deməli qəbir yiyəsini söyməmişdilər. O qar isti idi, pambıq kimi yüngül idi. Buzbulaq məscidinin taxtçasında həmişə ağzı aşağı dayanan tabutun üstündə də qar vardı. Rəfi və o gün əvvəl Qəmər xalanın ölməyindən xəbər tutub, sonra məscidin taxtçasında o tabutun yerini boş görənlər yəqin ki, səni də xatırlamışdılar. Sənin götürmədiyin o pulun 1500 manatına Qəmər xala üçün bir yaxşı başdaşı yazdırdılar. Sonra bir yaxşı mal alıb kəsdilər, təndirdə təzə çörək yapdılar. Sayxananın böyük samavarlarını gətirib sizin evin eyvanında qaynatdılar. Qəmər xalaya ehsan verildi və ehsanda səni də xatırladılar Rəfi. Dedilər ki, o Rəfiyə də Allah səbir versin, mərhəmət versin. Dedilər ki, Allah onun çətin işini asan eləsin. Dedilər ki, Allahın dərgahına üz tutun. Ey cəmaat, Allah adildir, rəhimdildir. Keçər Rəfinin günahından. Sən bizim o bədbəxt Rəfini cəhənnəm əzabından hifz elə, ya pərverdigar dedilər. Bar o dünyada qoy ana övladdan, övlad anadan ayrı düşməsin. Qoy qadir Allah ana ürəyinin mərhəmətini heç nankör övladlara da əsirgəməsin dedilər. Və hamı bir ağızdan amin ilahi dedi. Qəmər xalanın ehsanında buzbulaqlılar Rəfini Allaha tapşırdılar, amma Allaha tapşırılmaq hələ bağışlanmaq demək deyildi. Yəni bu qəliz əhvalatı Allah öz bildiyi kimi həll eləsə yaxşı idi. Tək bir vaxt yerdən göyə qalxan o ana fəryadının qəzavi qədəri buzbulağın başından uzaq olaydı. Amma burası da var ki, ağlı başı yerində olan sağ-salamat bir adamı Allaha tapşırmaq, o adama təkcə rəhm eləmək deyildi, həm də onu dolayısıyla bəlkə qarğımaq deməkdir. Çünki Allahın mərhəməti şikəstlərin bir də pis gündə darayaqda çarəsiz, günahsız əzab çəkənlərin payına düşürdü. Rəfi isə Bakıda sağ-salamat idi və üstəlik kefi istəyəndə hələ Bakının professorları ilə kəllə-kəlləyə də gələ bilirdi. Və kim bilir, bəlkə Rəfi Bakının professorları ilə bir vaxt doğrudan da kəllə-kəlləyə gəlmişdi və o gün Rəfini Allaha tapşıranda bəlkə buzbulaqlılar işin bu tərəfini də nəzərə almışdılar. O vaxt Rəfi xəstə olmasa da bəlkə pis gündə idi, darayaqdaydı. Bəlkə Rəfinin heç bir günahı yox idi, günah faşistlərdə idi. O faşistlər ki, onun buzbulağa gəlmək kimi olduqca sadə bir işini bu cür dolaşığa çətinə salmışdılar və belə şeyi açıb ağartmağa bəlkə Rəfi utanmışdı. Yaxud bunu kiməsə söyləməkdən bəlkə də sadəcə ehtiyat eləmişdi. Bəlkə günah heç o faşistlərdə də deyildi. Rəfinin buzbulağa gəlməməyinin baiskarı bəlkə elə doğrudan da Bakının professorları idi. Yaxud Rəfini professorlarla kəllə-kəlləyə gətirən bəlkə o buzbulağın özününcə elə böyük bir dərdi idi ki, lap doğma ananın ölümü də o dərdin qabağında adi bir şey idi. Hər halda bu işin bir ciddi səbəbi olmalıydı. Axı Rəfinin Qəmər arvadla incikliyi olmamışdı. Buzbulaqla küsüllüyü olmamışdı. Əgər belə şey olmuş olsaydı, bunu buzbulaqda mütləq bilərdilər. Bir sözlə bu əhvalat qəliz əhvalat idi. İnsan ağlına o qədər də sığan şey deyildi və insan ağlına o qədər də sığmayan belə qəliz bir əhvalatı içi Rəfi qarışıq Allahın ixtiyarına verməklə buzbulaqlılar heç şübhəsiz ən ədalətli yol seçmişdilər. Qəmər xalanın ehsanında hamı doyunca yeyib içdi, hələ yemək artıq da qaldı. Üstəlik o ehsandan 1000 manata yaxın pul da qaldı və o pulun hamısını Kor Cəfərə verdilər. Kor Cəfərin ocağa can patifonu vardı. İndi Kor Cəfər priyomnik almaq fikrinə düşdü.
Əskərlikdən təzə qayıtmış bir bığı burma buzbulaqlı balası o pulu götürüb Kör Cəfərə priyomnik almaq üçün 1% Bakıya yola düşdü, getdi və heç vaxt qayıtmadı. Onda 50-ci illərin təxminən əvvəlləri idi. İndi 70-ci illərin axırları. Qəmər xalanın dediyinə görə Rəfi düz 35-ci ildə və düz 17 yaşda buzbulaqdan Bakıya oxumağa getmişdi. Deməli bu hesabla Rəfinin indi 60-a yaxın yaşı olmalı idi. İndi Rəfi tarix elmləri namizədi idi, haradasa arxivdə işləyirdi, haradasa mikrorayonda yaşayırdı. Bura isə şəhərin nisbətən mərkəz yeri idi. Ölənin 40 idi və görünür bugünkü ehsana Bakıda yaşayan buzbulaqlıların hamısını çağırmışdılar. Bayırdakı böyük binanın hansı mənzilindənsə hərdən arvadların ağlaşma səsi gəlirdi. Mən bir vaxt o mənzildə olmuşdum, tələbə vaxtlarımda mən ora buzbulaqdan bir zəmbil meyvə gətirmişdim. Qabaqca telefonla zəng elədim, telefonda danışan rəhmətliyin özü idi. Mən o zəmbili gətirəndə qapını açan da o idi. Bəs indi mən onun sifətini niyə yadıma sala bilmirdim. Zəmbili içəriyə qoydum, qayıdıb getmək istəyirdim, qoymadı. Xörək gətirdi, qarpız kəsdi. Kəndi ev məndən xəbər aldı. Filan kəs necədir? Filan kəs necədir? Filan çeşməni suyu gəlirmi hələ? Filan ağac filan yerdə dururmu hələ? Durur, qonşu, durur, müəllimə. Çeşmələrin çoxunun suyu gəlir. Üstəlik ağaclar yazdan yaza hələ çiçək açır. O çeşmələrin suyu hələ bundan sonra da 1000 il gələcək. Ağaclar hələ bundan sonra da 1000 il çiçək açacaq. O ağaclar olmasın, ayrılar olsun. Fərqi nədir ki? Amma yox, fərqi var deyəsən. Fərqi odur ki, o ağaclar bizim barəmizdə heç də bilməyəcəklər. O ağaclarda ayrı quşlar yuva salacaq, ayrı cırcıramalar cırıldayacaq və o ağacların kölgəsi bizim həsrətimizin barı qəbristanlığı da olmayacaq ki, bu həsrətin, bu niskilin bəlkə son mənzili görünəydi. Sən məndən bizim həyətdən sizin dama eylən gilası soruşurdun. Bəlkə o gilasın dadı yadındaydı. Bəlkə çiçəyi yadındaydı və bəlkə də gilası soruşmaqda tamam başqa bir məqsədin vardı. Demək istəyirdin ki, biz qonşuyuq, yaxın qonşuyuq, o qədər yaxınıq ki, birimizin gilas ağacı o birimizin damına əylir. Ancaq sən bir şey bilmirdin. Bir əsas şeyi bilmirdin. Bilmirdin ki, o damda həmin o gilas ağacının budaqları altında sən bir axşam divarın dibinə qısılıb xəlvət üçün ağlayanda mən sənin səsini eşitmişdim. Sonra nə oldu qonşu? Sonra o oldu ki, sən ağlayıb inadını yeritdin. Səni əlinin oğlu Vəli ərə vermədilər. Və sənin yaşamaq ixtiyarın yenə özündə qaldı. Bərkdən danışmaq ixtiyarın, ucadan gülmək ixtiyarın, könlünə tut düşəndə tut ağacının başına dırmaşmaq, könlünə nəğmə düşəndə o ağacın başında nəğmə oxumaq ixtiyarın. Sənin yenə o gilasın budaqları altında, o damda, o divarın dibində xəlvətə çəkildiyini başqa bir axşam da yadıma gəlir. O gün sizə elçi gələnlər Bakıdan idilər. Və o axşam o gilasın budaqları altında sən xəlvət için ağlamırdın. Gizlənmişdin çünki gizlənməliydin. Çünki qayda belə idi, madam ki o elçilər sizin qapıya sənə görə düşmüşdülər, sən gərək bir yer tapıb gizlənəydin. Amma o elçilərin gəlməyi xeyli sonra əhvalat idi. Bundan qabaq hələ aylar vardı, illər vardı, hələ rayon mərkəzindəki pedaqoji texnikum vardı. Buzbulaqdan rayon mərkəzinə gedən dağlı düzənli yolların yazı vardı, qışı vardı. Buzbulaq məktəbinin həyətində bir yaz fəsli budaqları salxım saralan pişpişə ağacı vardı. Bu dünyada bir qəribə şeir də vardı ki, Səfurə müəllimə Buzbulaq məktəbində bir yaz o şeiri sətir bizə öyrədirdi. Və günlərin bir günü Səfurə bacı Bakıdan o şeirin bircə misrası ilə qayıtdı. Gövsü güzeh yerdə də var, göydə də. Bizim həyətdən keçən arx onların da həyətindən keçirdi. Yaz idi, Buzbulaq arxlarının coşub daşan vaxt idi, Buzbulaq günəşinin baş gicəldən vaxt idi və elə bil Səfurə bacı Bakıdan o bircə misra şeiri o arxın suyuna deməyə gəlmişdi. Gün çıxandan gün batanacan arxın başına dolanırdı və yalnız o bircə misra şeiri deyirdi. O bircə misra şeir ilə Səfurə bacı bəlkə etmiş yaddaşını axtarırdı, bəlkə Bakıdakı körpəsini çağırırdı.
Amma o arx əgər qapının yanından keçməsəydi, o qapı hər dəfə açılanda Gülgəz xala səsi gəldiksə qışqırmasaydı, Səfurə bacının yaddaşının itməyi də, onun Bakıda körpə qoyub gəlməyi də bəlkə Buzbulaqda o qədər tez bilinməzdi. O qapı hər dəfə açılanda Səfurə bacının anası Gülgəz xala qapı açanın kimliyindən asılı olmayaraq ucadan yanıqlı qışqırırdı. O qapını bərk çək, ay evi yıxılmış. O qapını bərk bağla, ay qapısı bağlanmış. Qaçar, vallah qaçar. Qaçıb dağda, dərədə, qurda quşa yeb olar. Bakıda balası qalıb. Amma Səfurə bacı qaçana oxşamırdı, heç oxşamırdı. O sözləri də Gülgəz xala mən bilən yandığından deyirdi. Gülgəz xala qışqırıb yanğısını söndürüb susurdu. Eyvanın bir küncündə həmişə oturduğu yerdə oturub ya corab toxuyurdu, ya düyü arıdırdı, ya da yun çırpırdı, yaxud yun əyirirdi. Hər halda Gülgəz xala heç vaxt bekar durmurdu. Bir də Gülgəz xala heç vaxt ağlamırdı, sızlamırdı. Qoy kim nə deyir desin, Buzbulaqda dərdə dözmək asan olur. Gülgəz xala hərdən Səfurə bacıya acıqlanırdı, onu yamsılayırdı, söyürdü, danlayırdı. Qövsü güzeh deyirdi. Görüm yox olaydı o qövsü güzehi. Bir kəlmə sözü ağzına salıb səhərdən axşamaca saqqız kimi çeynəyirsən, o arxın başına dolanıb arsız mırıldanırsan. Kəs, bəsdir, dəli səni kül başına. Bakıda balan qalıb, balan qalıb. Bala sözünü bərk-bərk qışqıra elə bil Gülgəz xala Səfurə bacını hansı yuxudansa oyatmaq istəyirdi. Səfurə bacı isə elə bil doğrudan da yuxuda idi və o yuxuda Səfurə bacı Gülgəz xalanın sözlərini heç vaxt eşitmirdi. Bir misra şeirin yuxusu qəribə deyilmi? Və o bircə misra şeirin yuxusunda arxın suyuna baxa-baxa bəlkə Səfurə bacı Buzbulağın məktəbini görürdü. O məktəbdə ki, Səfurə bacı 7 il dərs oxumuşdu. O məktəbdə ki, Səfurə bacı vur tut bir cay dərs demişdi. Onlar 5 nəfər idilər. Rayondakı pedaqoji texnikumun axırıncı kursunda oxuyurdular. Bizim məktəbdə bir aylıq təcrübə dərsi keçməyə gəlmişdilər və onlar gələndə yaz idi. Buzbulaq günəşinin baş gicəldən vaxtı idi və Buzbulaq günəşinin o cür baş gicəldən vaxtı bəlkə də heç vaxt olmamışdı. Çünki o yaz Buzbulaq məktəbində eşqə düşməyən yox idi. Çünki əllərinə jurnal götürüb siniflərə girməyincə onlar bizim üçün nə müəllim idilər, nə müəllimə idilər. Onlar da bizim kimi dərs oxuyurdular. Hər səhər xoruz banında rayona gedəndə nə olar ki? Və Buzbulaq məktəbində oxuyan oğlanların evi onda yıxıldı ki, hər səhər xoruz banında rayona gedən o 5 nəfərin ikisi birdən-birə müəllimi oldu. Buzbulaq məktəbində oxuyan qızların evi onda yıxıldı ki, hər səhər xoruz banında bir-birlərini qapı-qapı səsləyə rayona gedən o 5 nəfərin üçü birdən-birə müəllim oldu. Qızlarımız oğlanlarına vuruldu, oğlanlarımız qızlarına vuruldu. Və vallah billah o bir ay dərs olmadı. Bir qəribə sevmək xəstəliyi oldu, nə bilim, bəlkə ən yaxşı dərs də elə o idi. O yaz Səfurə bacı ilə Buzbulaq məktəbində dərs deməyə gələn 3 oğlanın biri Natiq idi, biri Həsən idi, biri Sabir idi. Və bəlkə bu dünyada o 3 nəfərdən savayı başqa bir əlinin oğlu Vəli də vardı. Və kim bilir o bircə misra şeirin yuxusunda bəlkə Səfurə bacı həmin o əlinin oğlu Vəlini də görürdü. Bəlkə Səfurə bacı Buzbulağın günəşindən məst olmuşdu. Bəlkə çiçəklərinin ətrindən o hala düşmüşdü. Bəlkə Səfurə bacı Bakıda o arxın həsrətini o qədər çəkmişdi ki, indi heç körpə balası da gözünə görsənmirdi. O azar idimi, yuxu idimi, ya nə idi bilmirəm. Hər nə idisə bir gün Səfurə bacı ondan ayıldı. Özü də bir gecə hönkür-hönkür ağlayandan sonra ayıldı. Sən demə o dərdin dərmanı da elə bu imiş. Sən demə bu dərmanı Gülgəz xala çoxdan bilirmiş. Və o danlaq da o söyüş də sən demə elə Səfurə bacını ağlatmaqdan ötürüymiş. Elə o gecə bildim ki, sağalacaq. Gözləri yaşaranda bildim. Uzatdım yorğan döşəyə, gördüm ağlayır. Dedim ağla bala ağla, evin yıxılıb dedim, dəli olmuşsan. Bakıda südəmər balan qalıb, ağlamalı günündür, doyunca ağla. Birdən hönkürdü, nə hönkürdü? Gecəni yatdı, səhər duran kimi uşaq xəbər aldı. İşə bax, bunacan yazıq balamın heç
doğmağından da xəbəri yox idi. Bir zaman Gülgəz xala Səfurə bacının sağalmağını Buzbulağın arvadlarına belə nəql eləyirdi. Amma onda Səfurə bacı Buzbulaqda deyildi. Bakıda körpəsinin yanında idi və o körpənin xatirinə bəlkə Səfurə bacı haçansa bir yaz günü Buzbulaq məktəbində bizə əzbərlətdiyi sevgi və işıq qarışıq bütöv bir şeirdən qalan o bir misranı da unutmalı olmuşdu. Səfurə bacı sonralar da bir neçə uşaq doğmuşdu. Deməli, bir dəfə hönkürməklə Səfurə bacı o yuxudan həmişəlik oyanmışdı. Görən o necə hönkürmək idi və görən Səfurə bacının indi həmişəlik yatdığı o yerdə sevgi vardımı, işıq vardımı, şeir vardımı, şeir. Və birdən-birə o vaxtların tamam başqa bir şeir yadıma düşdü, kömürlə yazılan şeir. Özü də Fizzə müəllimənin barəsində. O Fizzə ki bir zaman bizim küçədən səhərlər xoruz banında Səfurə bacını ucadan səsləyirdi. O Fizzə ki bir yaz bizim məktəbə Səfurə bacı ilə bircə dərs deməyə gəlmişdi. Fizzə müəllimənin sarı jaketi vardı, sarışın saçları vardı və Buzbulaq məktəbinin həyətindəki pişpişə ağacı da o yaz sapsarı pişpişələr açmışdı və o ağac Fizzə müəlliməyə yaman oxşayırdı. Sonralar Fizzə müəlliməni böyütdülər, ona deputatlıq verdilər. Məktəbin eyvanına, idarənin qabağına, qapılara, divarlara, hər yerə Fizzə müəllimənin şəkli vuruldu və Fizzə müəllimənin barəsindəki o şeir də elə o vaxt peyda oldu. O şeiri gecələrin birində kimsə qara kömürlə məscidin ağappaq taxtçasına yazmışdı. Aşura gecəsində Misirxan küçəsində Fizzə Mehdiyevanın əl gəzib məməsində Buzbulaq oldu rüsvay, Əliəskər ağam vay. Güya Aşura gecəsi cəmaat Molla Teyyubun evinə yığışıb xəlvəti imamların təziyyəsini saxlayanda kimsə Fizzə müəllimənin evindən qara kostyumlu bir kişi çıxdığını görmüşdü. Güya o adam Buzbulaq adamı deyilmiş, rayondan gəlməkmiş. Özü də elə bir adammış ki, onun kim olmağı bu dünya durduqca sirr olub qalmalıymış. Məscidin ağappaq taxtçasında qara kömürlə yazılan o şeir Buzbulaqda Aşuradan da betər bir vaveylə qopardı. O şeirdən əvvəl uşaqlar xəbər tutdular. Səhər tezdən məscidin qabağında uşaqlar qışqırışmağa atılıb düşməyə başladılar. Sonra yoldan keçən qızlar, arvadlar oxuya biləni də, oxuya bilməyəni də dayanıb o taxtçaya boylandı. O şeiri yaşlı kişilər də gördülər, amma nə qədər qərib olsa da onu o taxtçadan pozmaq heç kəsin ağlına gəlmədi. Sonra kənd sovetinin sədri Talib dayı gəldi. Kənd sovetinin katibi Ceyran bacı gəldi və o qara kömür yazsın da məscidin taxtçasından elə onlar pozdurdular. Amma sən demə o yazı məscidin taxtçasında hələ bir müddət də qalmalıymış. O yazının güya şəkli çəkilməliymiş, çünki bunsuz o şeiri yazan adamı tapıb ortaya çıxarmaq mümkün değildi. Və işin bu tərəfi rayondan 3 nəfər adam gələndə məlum oldu. Talib dayı Ceyran bacı, Zinnət Şəkərək qızı, bir də rayondan gələn həmin o 3 nəfər o gün bizim direktorun kabinetində bu işin üstünü açmaq üçün çox əlləşdilər. Soruşmadıkları uşaq qalmadı. Baxmadıkları dəftər qalmadı. O yazını kimin xəttinə oxşadığını o gün məscidin qabağında görsənən uşaqların hamısından bir xəbər aldılar. Amma o şeiri yazan, sən demə rayondan gələn o 3 nəfərdən də biz adammış. Çünki şeir çap hərfləri ilə yazılmışdı. Belə yerdə xətti necə ayırd eləmək olardı və o xətti ayırd eləmək heç cür mümkün olmadı. O xətt də sirr olub qaldı. Aşura gecəsi güya Fizzə müəllimənin qapısından çıxan o qara kostyumlu adam da sirr olaraq qaldı. Bir də məscidin ağappaq taxtçasındakı kömür qarası. O şeir pozulandan sonra da o kömürün qarası məscidin taxtçasından uzun müddət pozulub getmədi. O şeir Fizzə müəllimənin təmiz adına heç bir ləkə gətirmədi. Fizzə müəllimə deputat da oldu, ərə də getdi, uşaq da doğdu. Vaxt keçdi, məscidin divarında kömür qarasının heç izi tozu da qalmadı, amma o ləkə haradasa sən demə qalıbmış. Sən demə Buzbulaq deyilən yerdə heç kömür qarası da asanca işsiz, tozsuz itib gedə bilməzmiş. Bu isə lap sonralar mücürü arvadın oğlu Rəcəb əskərlikdən qaydanda məlum oldu. O Rəcəb ki, əskər getməmişdən qabaq kolxozun ilxısını otarırdı.
O Rəcəb ki əsgərlikdən qayıdıb kolxoz sədri Cümşüdü gecənin həd yarısı dəyirman arxında möhkəmcə döyüb, gedib öz ayağı ilə türməyə girmişdi. Rəcəb 2 il türmədə yatmışdı. İndi Sumqayıtda hansısa zavoddasa fəhlə işləyirdi və bu saat bu yas yerində o mənimlə yan-yana əyləşmişdi. Rəcəbin əyin başı yaxşı idi, sifəti diri idi, hökümlü idi. Başına şah salıb papiros çəkirdi, hərdən gözlərini dolandırıb yasda oturanlara baxırdı və bu baxmaqla da elə bil aşkar deyirdi ki, bəli, Rəcəb mənəm, Cümşüdü mən döymüşəm və mən kişi adamam, buna şübhə eləyən yoxdur ki. Cümşüdü döymək öz yerində, amma kişilik sarıdan Rəcəbin işləri doğrudan da yaxşı gətirmişdi. Az vaxtda Sumqayıtda mənzil almışdı, evlənmişdi, anasını Buzbulaqdan Sumqayıta köçürmüşdü və Buzbulaqda vurtut 4-5 il əvvəl baş verən o əhvalatı da indi Rəcəb elə bil yerli dibli unutmuşdu. Amma yox, belə şey unutmaq çətin ki, mümkün olaydı. Belə hadisə bizim zamanədə nəinki Buzbulağın lap cəmi bəşər əhlinin həyatında mən deyərdim ki, o qədər də tez-tez baş vermir. O əhvalat çox qəribə əhvalat idi. Daha doğrusu əhvalat deyildi, nağıl kimi bir şey idi. Rəcəblə Rüzgarın nağılı. Biri sağızı, biri ilxıçı. Yəni hər ikisi ferma işçisi. Cümşüd isə Rəcəb əskər gedəndə hələ kolxoz sədri deyilmiş, kolxozun mal həkimi imiş. Bunu da yadımızda saxlayaq. Rəcəblə Rüzgar bir-birini çoxdan istəyirmiş. Rəcəbin əskərlik söhbəti çıxanda nişanlanırlar. Rəcəb əskərlikdə olanda onlar məktublaşırlar ya məktublaşmırlar, bilmirəm. Amma eşitdiyimə görə bu nağılın əvvəli Rəcəb əskərlikdən qayıdan gün elə vağzaldaca başlanır. Rəcəb qatardan düşəndə görür ki, Buzbulaq kolxozunun maşını vağzaldadır. Maşını sürən də görür ki, elə həmişəki Möhsündür. Amma Möhsün onlar Buzbulağa gedəndə yolda özünü çox birtəhər aparır. Lal dinməz, qaşqabaqlı. Rəcəbin soruşduğu sözlərə ya könülsüz, ağız-ucu cavab verir, ya da heç cavab vermir. Rəcəb dilxor olur, elə bilir ki, ya anasının, ya da Rüzgarın başına bir iş gəlib. Soruşur ki, anam sağdır, Möhsün deyir ki, sağdır. Deyir, Rüzgar necədir? Möhsün deyir, lap yaxşı. Amma sözü demək də var, demək də. Möhsünün o təhər könülsüz danışmağı Rəcəbi möhkəm şübhələndirir. Sonra Rəcəbin ağlına nə yerləşirsə maşını dayandırır, Möhsünü sürüyüb maşından yerə salıb deyir ki, indi danış görün Buzbulaqda nə var, nə yox. Möhsün and içib aman eləyir, deyir, vallah billah heç nə yoxdur, anan da sağdır, deyir, Rüzgar da sağdır. Amma Rüzgar deyir, bu saat kənddə yoxdur, 3 gündür ki, Bakıya gedib. Rüzgar niyə gedib Bakıya? İclasa gedib. İclas nədir? İclas da, necə yəni iclas nədir? İclasa kim göndərib onu? Onu öz dostundan soruşarsan. Dostum kimdir? Cümşüd də, dostun deyil. Cümşüd nəçidir? Sədrdir də, xəbəri yoxdur. Amma Möhsün bircə şey demir ki, Rüzgarı deputatlığa veriblər. Demir ki, bu saat Buzbulağın hər yerində, məktəbində, klubunda, çayxanasında, divarlardan, qapılardan Rüzgarın şəkli asılıb. Ya paxıllıqdan demir, ya qorxudan demir. Və Rəcəb də bundan sonra daha heç o maşına da minmir. Gecənin zülmətində xeyli vaxt pay-piyada yol gedir və Rüzgarın deputatlığa verilməsini də güya o, hələ kəndə girməmiş kolxoz töyləsinin qaravulcusundan eşidir. Deyilənə görə Buzbulağa çatan kimi hələ heç evə də baş çəkməmiş. Rəcəbin gördüyü işi olur ki, qapılardan, divarlardan Rüzgarın şəkillərini qopardır. Sonra gedib qaranlıqda kibrit çəkib məscidin 3 taxtçasının hər üçünü dəlmi deşiyinəcə dönə-dönə yoxlayır. Oradan da birbaş Cümşüdün yanına ki, bəs sənin etibarın bu idi, mayacılaf. Mən orada əskərlik çəkirəm. Burada nişanlı mənsiz Bakının qəsd hissələrini gəzir. İnsafən deyirlər ki, o gecə Cümşüd özünü çox səbirli aparır, Rəcəbi sakitləşdirməyə çalışır. Deyir ki, Rüzgarın namusunu indiyəcə nə qədər uca bilmisənsə, indi ondan da 10 mərtəbə uca bil. Deyir ki, biz sənlə dağda daşda bir pud duz yemişik. Mən sənin nişanlına xor baxsam, gərək o duz gözlərimdən tökülət. Deyir ki, Rüzgarın deputat olmağı sənin başın ucalığıdır.
Deyir ki, bilmək istəsən bu işdə mənim heç sən deyən rolum zadım olmayıb. Get, yat, deyir. Səhv eləmə. Yaz açılanda səni fermaya müdür qoyacağam. Bundan belə bu dünyada keyf bizimdir. Amma Rəcəb ipə sapa yatmaq istəmir. Hə, deyir, keyf bizimdir. Adam oğraş olandan sonra keyf eləməyə nə var ki? Sən, deyir, oğraşsan Cümşüd. Buna görə də mən səni döyməliyəm. Cümşüd bu boyda zəhər dudur. Döy, deyir. Nə olar? Amma qışqırma sən Allah. Arvad uşağı yuxudan eləmə. Onda dur çıxaq bayra. Çıxırlar bayra. Cümşüd elə bilir ki, Rəcəbi yumşaldacaq. Danışa-danışa gedib dəyirman arxana yetişirlər. Biri barışığa çəkir, o biri davaya. Axırı da bu olur ki, Rəcəb dəyirman arxında Cümşüdü ölüncə döyür, leşin də dalına alıb gətirib arvadın üstünə atır. Bu əhvalatın müabədini isə Buzbulaqda yalan doğru belə nəql edirlər. Güya Rəcəb Cümşüdü mitilinə aparıb evlərinə atandan sonra gedib anasına baş çəkib, deyib ki, əskərlik vaxtımı uzadıblar, bircə saatlığa buraxıblar ki, gəlib səni görüb qayıdım. Sonra elə həmin gecə güya Rəcəb gedib şofer Möhsün də yuxudan oyadır və ondan rüzgar barəsində elə qəribə şeylər soruşur ki, başı havalı olmayan adam belə şey ömründə ağlına gətirməzdi. Məsələn, rüzgar vağzala kimin maşını ilə gedib? Bu kolxozun güya Möhsünün maşınından savayı bir özgə maşını da var idi. Gedəndə əyninin paltarı necə idi? Başını yaylığı necə idi? Maşında danışırdı, yoxsa danışmırdı? Barmağında üzük vardı, yoxsa yox idi? Vağzalda rüzgar kimlərlə salamlaşmışdı? O minə vagona kim minmişdi? Hətta buna zan ki, rüzgarın mindiyi vagona bir qara kostyumlu kişi də minmişdi, yoxsa minməmişdi. Bir sözlə başı havalı adamı sayıqlamağı, sonra isə güya Rəcəb Möhsünə deyib ki, o qara kostyumlu kişinin Fizzənin evindən çıxmasını uşaq vaxtı bir dəfə güya o özü də görübmüş. Bunu deyib çıxıb gedib. Amma güya elə həmin gecə Rəcəbi Fizzənin qapısında üzü qoyulu, səkinin üstünə sərilib ağlayan da görüblər. Bu isə şübhəsiz ki, nağıldır. Ümumən bu əhvalatın tam yarısı heç şübhəsiz uydurmadır. Çünki Buzbulağın köhnə xasiyyətidir. Bir söhbət ki, dilə ağza düşdü, onun ağla döndərməyincə Buzbulağın canı rahat olmaz. Buzbulaq nağılsız ötüşənməz, üstəyirsən hər evə 3 televizor qoy. Hər küçədə 100 dənə elektrik lampası yandır. Burasını elə bu Rəcəb və rüzgar əhvalatın lap sonluğu da sübut eləyir. Bakıdan qayıdandan sonra rüzgarın ayak yalın, başı açıq rayona cümmağı. Rəcəbin yatdığı dustaq otağının qapısı dalında bir gecə səhərəcə yalvarıb göz yaş axıtmağı, bir həftə sərasər, aç-susuz, türməyə keşik çəkmək və s. və ilaxır. Güya rüzgar Rəcəbin türmədən buraxılmağına da icazə alır, ancaq Rəcəb türmədən çıxmır, deyir ki, çıxsam səni öldürəcəyəm, tükə-tükə doğrayıb kolxozun itlərini yedirəcəyəm. Bir sözlə belə bir qəribə sonluq, yarı gerçək, yarı uydurma. Öz də o vaxt türmənin qapısında güya gözlərinin yaşını axıdıb ölünəcə nərsiz qalacağına and içən rüzgar indi ərdə idi. Həm də gərək ki, 3 uşaq anası idi. Görə rüzgarın barəsində lap bu son günlərdə qəzetdə çıxan məqaləni Rəcəb də oxumuşdumu? Yuxarıda sabahın xeyir rüzgar bacı, aşağıda Neymət Namaz. Bizim Buzbulaqlı Neymətullah Namazovun yaxşı qələmi var. Və indi o Neymət Namaz da buradaydı, yaş yerindəydi. Onun qırmızı Jigulisini hələ bu həyətə girməmişdən bayırda darvazanın dalında görmüşdüm. Həmişə zirək, həmişə xeyrə şərə yarayan Neymətullah. Özünün də belə bir yaxşı xasiyyəti var ki, qəzetlərdə məqaləsi çıxanda Bakıdakı Buzbulaqların hamısına bir zəng eləyib xəbər verir. Rüzgarın barəsində məqaləsi çıxan qəzeti isə Sadıq kişinin ehsanında o özü mənə vermişdi. Mən də məqaləni oxuyub elə oradaca qəzeti Neymətullahın özünə qaytarmışdım. Elə o Neymət Namaza baxa-baxa da fikrim necə dağıldısa bir də gördüm ki, Rəcəb yanımda yoxdur. Rəcəb durub getmişdi. Bir də Buzbulaqdan bu gün gələnlər yox idilər. Yəqin ki, gecə qatarı ilə onlar elə bu gündə yola düşəcəkdilər. İndi vağzala bilet almağa getmişdilər. Qalanların hamısı yerində idi. Amma Rəcəb bir də o 3 nəfər Buzbulaqlı durub gedəndən sonra yaş yeri, içi Neymət Namaz qarışıq mənə tamam boşalmış kimi görünürdü.
Bunun bir səbəbi bəlkə o idi ki, qalan adamların əksəriyyətini mən nisbətən yaxşı tanıyırdım. Daha doğrusu bu adamların məndən ötürü elə bir sirli cəhət zadı yox idi. Bilirdim ki, bu adamlar da mənim kimi institut qurtarıb, təxminən eyni kitablardan, təxminən eyni dərsi oxuyub. 10 il gec, 10 il tez fərqi nədir ki? Bir yerdə işə düzəlib təxminən mənim qədər maaş alırlar və mənim mənzilim kimi bir mənzildə elə təxminən mənim kimi də yaşayırlar. Üstəlik sizi inandırıram ki, bu adamların baxmağında, danışmağında və hətta stəkanı əllərində necə tutub çay, nə tər içməklərində də kifayət qədər oxşar cəhətlər var idi. Və açığını deyim ki, bellərin yanında hətta Sadıq kişinin oğlu Nərimanın özü də məndən ötürü qat-qat maraqlı adam idi. Nərimanın sir sifətindən heç olmasa onu bilmək olurdu ki, bu adamın dünyanın min bir xırda fırıldağının heç birindən sən deyən köklü əsaslı xəbəri zadı yoxdur. Məsələn, bu adam heç vaxt kolxozun bostanından yemiş oğurlamayıb, nənəsinin sandığından kökə çırpışdırmayıb. Məktəbdə əyin başı nimdaş olduğuna görə müəllimlər onu dal zərgədə otuzdurmayıblar. Və institutda müəllimlərin gözünə girməkdən ötürü o özü gedib qabaq cərgədə əyləşməyib. Bilinirdi ki, bu adam ömründə nə komendant üzü görüb, nə upravdam üzü görüb. Ömründə nə bir adama rüşvət verib, nə bir adamdan rüşvət alıb. Hətta sizə təəccüblü gəlməsin, ömründə heç nədən ötürü heç kəsə yaltaqlanmayıb da. Nərimanın sifətində belə şeylərin əsər əlaməti yox idi. Olsa bir balaca gücsüzlük əlaməti var idi. Birazca da yorğunluq və bicanəlik. Nəriman hansı zavoddasa mühəndis işləyirdi, Sadıq kişinin hələ 20-ci illərdə aldığı 3 otaqlı adi mənzildə yaşayırdı. Hal-hazırda isə Rəfinin böyründə çənəsini ovcuna qoyub, dinməz söyləməz əyləşmişdi. Rəfinin o biri tərəfində oturan adı Dəyyan idi və bundan məşhur ikinci bir ad mən bilən Buzbulaqda heç olmamışdı. Əvvəla ona görə ki, Dəyyanın Buzbulaqda azı 10 ev qohum-əqrabası vardı və bu 10 evin hərəsindən çox demirəm, bircə adamın küçədə, çeşmədə, təndir başında gündə bircə dəfə Dəyyan əmim yaxud Dəyyan daim deməyi bir adın Buzbulaqda məşhurlaşması üçün tam kifayət idi. O ki, qaldı bu 10 evin hərəsində 5-10 nəfər də uşaq ola və azı 10 evlik bütöv bir nəsil neçə illər idi ki, böyüklü, kiçikli yer olmadı, həmin bu Dəyyanın əziz canını and içirdi. Dəyyanın məşhurluğunun ikinci səbəbi isə onun Buzbulaqdakı badamlığı idi. En uzunu görünməyən böyük badam bağı. Badamdakı nə badam, qabığı kağız kimi namnazik. Bəzilərin dediyinə görə o badamın şitilini Dəyyan Yunanistandan gətirmişdi. Amma yaşlı kişilər deyirdi ki, Yunanistandan gətirməyib, Krımdan gətirib. Ancaq məsələ bunda deyil, məsələ burasındadır ki, o badamlıq Buzbulaqda hələ də qalırdı. Və o bağ çoxdan kolxoz bağı olsa da, Buzbulaqda ona hələ də Dəyyanın badamlığı deyirdilər. Deməli, Dəyyanın adı bir də bu səbəbdən Buzbulaq cəmaatının dilindən düşmürdü. Amma dünyanın qəribə işləri var. İndi bu Dəyyanın üzünə baxanda heç cür inanmaq olmazdı ki, bu sir sifətdə adam haçansa bağ salıb, ağac əkib. Çünki bağ salanın, ağac əkənin elə sir sifətində də o bağdan, o ağacdan nəsə bir nişanə olur deyəsən. İnsanın ağaca oxşayan cəhət az deyil. Onun ağaca oxşamayan əsas cəhəti isə yəqin ondan ibarətdir ki, ağac torpaqdan üzüləndən sonra yaşaya bilmir, ancaq insan torpaqdan üzüləndən sonra da keyfin istəyən qədər yaşaya bilir. Dəyyanınki də bir növ belə gətirmişdi. O Buzbulaqdan Rəfidən də 3-4 il qabaq çıxmışdı. Gedib Tiflisdə deyilənə görə bir müddət hamamda müdir işləmişdi. Sonra ticarət sisteminə keçmişdi. Çayçı, bufetçi, zavmaq, bir sözlə 100 lira fırıldaqdan çıxmışdı. Özü də bütün bunlar sonradan məlum olan şeylər idi. Əvvəllər Buzbulaqda hamı belə hesab eləyirdi ki, Tiflisdə bir əsas şəxsiyyət varsa, o da elə Dəyyandır. Lap mənim özümdən ötürü də uzun müddət Tiflis Dəyyan demək idi, Dəyyan Tiflis demək idi. Üstəlik bir vaxt mən möhkəm inanırdım ki, Tiflis deyilən yer başdan ayağa badamlıqdır. Çünki bu Dəyyan mənim beynimdə öz badam ağaçları ilə yaman həkk olunmuşdu. Amma heyf ki, günlərin bir günü Dəyyan öz ayağı ilə peyda olub, mənim onun barəsindəki gül kimi təsəvvürümü alt üst elədi. Açığını deyim ki, o gün mən Dəyyanı möhkəm söyəcəkdim.
Əgər o badam ağacları olmasaydı. Təxminən 10 il qabağın söhbətidir. Bakıda təzəcə mənzil aldığım vaxtlar idi. Günlərin bir günü hələ səhər saat 7 olardı ya olmazdı. Qapının zəngi basıldı. O vaxtacan ömrümdə üzünü görmədiyim həmin bu dəyyan kişi içəri girib birinci buna başladı ki, bəs belə olmaz bala, çox yatırsan. Mən, dedi, 70 yaşlı kişiyəm, amma səhər açılandan 45 dəqiqə bulvarda fiskultur eləmişəm. Qayıdıb 15 dəqiqə soyuq suyun altında çimmişəm, çay içmişəm, çörək yemişəm, bazara gedib gəlmişəm. Bağışlayın, dedim. Axı, mən sizi tanımadım. Şəməlli başlı incidi. Tanımazsan da böyümüsən. Sən bizim Qurbanəlinin nəvəsi deyilsən. Aşağı məhəlləli zır Qurbanəlinin, zır deyən dicim, zır yəni canlı, qüvvətli, əldən ayaqdan zirək. Kaş elə sənlə mən də onun kimi zır olaydıq. Dədəm Məşədi Həsəni ilə qardaş kimi idilər. Bəli, bəli Şirin, ancaq bu heç bir dəftər kitaba yazılmayıb ki, mən boyda kişini məcbur eləyəsən ki, durub sən boyda bir uşağın ayağına gəlsin. Gərək qanuna görə sən məni axtarıb tapaydın. Bəlkə düz demədim. Düz deyirsiniz, ancaq... Nə ancaq? Dəyyan adında adam eşitməmisən? Bu yerdə həm o badamlıq gözümün qabağına gəldi, həm də dalbadal səslər eşitdim. Dəyyan əmim, Dəyyan dayım, Dəyyan dayımın canı, Dəyyan əmmin ölmüşü. Eşitmişəm, dedim. Amma güya sən bilmirsən ki, mən düz 7 aydır ki, Tiflisdən Bakıya köçmüşəm. Vallahi eşitməmişəm. Yəni sən bulvarda zatda da görməmişsən məni? Bəlkə görmüşəm, ancaq mən sizi tanımıram axı. Daha doğrusu indiyəcə tanımırdım. Dəyyan kişi tərs-tərs üzümə baxdı və mənim ağlıma gəldi ki, yəqin bir yerdə kimsə məni ona qıraqdan göstərib. Yəni odur filan kəsdir, bu da buzbulaqlıdır. Və bunu fikirləşdiyim yerdə Dəyyan kişi mənə təzə sual verdi. Səncə Bakıda nə qədər buzbulaqlı olar? Bilmirəm, dedim və fikirləşdim ki, belə şeyi bilmək pis olmazdı. Amma sən demə, hal-hazırda Dəyyan kişini maraqlandıran statistika məsələsi deyildi. Bakıdakı buzbulaqların hamısı bilir ki, mən Tiflisdən 7 aydır ki, köçmüşəm. Əksəri də mənim evimdə olub. Ayrı şeyimiz olmasa da pitidən, bozbaşdan həmişə tapırıq. Bəli, bəli Şirin. Və bir xırdaca fasilədən sonra deyəsən bərk içirsən axı. Dəyyan kişi diqqətlə otağın burbucağına baxıb elə bil mənim içməyimə əşya-i dəlil axtarırdı. Ancaq burası lap ağ idi. Axırıncı dəfə haçan içməyim yadıma gəlmirdi. Söz məni tutdu. Bağışlayın, dedim. Siz mənim içməyimi hardan bilirsiniz? Dəyyan kişi tam qətiyyətlə bilməsəm demərəm, dedi. Bu dəfə tavana baxdı. Güya mənim içməyimə dair əşya-i dəlil məhz o tavandaydı. İçmək çoxlarının həyatını məhv eləyib. Ürəyimdə söz qoydum ki, daha bu adama bir kəlmə də cavab verməyəcəyəm. Qoy ağlına nə gəlir danışsın. Ümidim ona idi ki, mən dillənməsəm bu adam bəlkə tez çıxıb gedər. Az sonra Dəyyan kişi doğrudan da ayağa durdu, amma getmədi. Balkona çıxdı, oradan harasa bir xeyli baxıb qayıdıb, pis yaşayırsan, dedi. Şəhərdə yaşamağın tərini bilmirsən, sən gərək evlənəsən. Dəyyan kişi gözümün içinə elə baxdı ki, gördüm, dinməsəm olmayacaq əlacsız. Elədir, dedim. Bakılı qız almayasan. Gözüm üstə, dedim. Taktikanı dəyişmək lazım idi. Bu evi haçan almısan? Baş üstə. Deyirəm, evi haçan almısan? Evi? Haçan bilmirəm. Demək, papiros da çəkirsən. İçki cəhənnəm hərdən bir heç sözüm yoxdur. Amma papirosu rədd elə getsin. Başdan ayağa zəhərdir. Qəzetləri oxuyursan. Axırıncı taktikanı da unudub tam ciddi bir tərzdə el oxuduğum qəzetdir, dedim. Görürsən də hökumət nə edir? Papirosun zəhər olmağını qəzetdə açıqca yazır. Oradan da tənbəki planı dolmayanda kolxoz sədrlərinə o söz. Demək, hökumət istəsə papiros çəkməyin qabağını zorla da ala bilər. Ancaq istəmir ki, zor işlətsin, istəyir ki, cəmaatın özü başa düşüb, o zəhərdən könüllü surətdə əl çəksin. Heç bilirsənmi, burada nə boyda politika var? Bu axırıncı sözləri Dəyyan kişi elə bir vəhm ilə dedi ki,
Açığı mən biraz diksinən kimi oldum, ancaq cavabımdan da qalmadım. Bəli, bilirəm, dedim. Burada çox böyük politika var, amma vallahi mən papiros çəkən deyiləm. Mənim bu dəfə dediyimi dəyiyən kişi elə bil heç eşitmədi. Xeyr, bilmirsən, dedi. Bilsən o zəhrimarı çəkməzsən. Sənin nə vaxtındır kindidən söz danışanda fıs-fıs fısıldayırsan, dilin dodağın göm-göydür indidən. Günü sabahda mütləq baseyni get, suda çox qalmağı məsləhət görmürəm, amma qıraqda çox hərəkət elə. Atıl düş, hisib pasına açılsın. Demək deyirsən ki, evi haçın aldığını bilmirsən? Bilirəm, niyə bilmirəm? Orderi fevral ayının düz 21-ində almışam. Dəyən kişi saymağa başladı. Fevral, mart, aprel, may, demək 4 aydır. Ancaq remont lazımdır. Bizim qonşuluqda yaxşı ustalar var. Əsilləri Tiflis tərəfdəndir. Sabah biraz tez dur yuxudan, deyək, gəlib başlasınlar. Yoxsa Bakını lotu-potu ustalarına ilişərsən, qanın gedər. Az qala yenə baş üstə deyəcəkdim, amma yaxşı ki, birdən-birə ağlım işlədi. Sağ olun, çox razıyam, dedim. Mən sabah tezdən ezamiyyətə getməliyəm, uzun müddətə. Bilet almısan? Bəli. Səfər uzaqadır? Bəli, uzaqadır, dedim. Ural tərəfədir. Çünki o səhər bu dəyyanın əlindən mən lap Sibirə getməyə də razı idim. Bu yerdə dəyyən kişi durub, bir də balkona çıxdı və qayıdıb, mat qalmalı işdi, dedi. Sən bu otaqda necə boğulmursan? Boğuluram, dedim. Və baxıb gördüm ki, əllərimin hərəsi bir dizimin üstündədir, özləri də əl deyil, yumruqdur. Möhkəm pərt oldum. Havada pullandır. Yatanda o pəncərəni niyə açıq qoymursan? Küçədən səs gəlir. Səs yaxşıdır, yoxsa boğulmaq yaxşıdır? Boğulmaq yaxşıdır, dedim. Çünki bu adama nə deməyin daha məndən ötürü heç bir fərqi yox idi. Dəyən kişi ayağa durub, boğul, boğul, dedi. Qazandığın da apar oralarda xərcli matuşkalara. Baban Zır Qurbanəli Uralda qızıl bastırıb sənin üçün. Mən bu yerdə mütləq nəsə deməliydim, ancaq demədim, qorxdum ki, dəyən kişi təzədən otura, çünki bu dəfə dəyən kişi deyəsən doğrudan da gedirdi. Xoşbəxtlikdən belə doldu və elə bu yerdə də mənim ağlıma gəldi ki, çıxıb balkonda dayanım, dəyən küçədə görsənəndə onu yuxarıdan aşağı möhkəmcə söyüm. Hətta çıxdım da, ancaq hələ dəyən kişi küçədə görsənməmiş, o badam ağaçları hardansa gözümün qabağında peyda oldu və mənim dəyən kişini söyməyə dilim gəlmədi. İndi isə bir məclis buzbulaq adamın arasında yalnız dəyən kişinin səsi eşidilirdi. Uşağın tərbiyəsində düzdür, atanın da rolu çoxdur, amma ananı verdiyi tərbiyə ayrı şeydir. Bugün bu məclisdə əyləşən savadlılar yaxşı bilər. Amerikada Benjamin Spock adında bir alim həkim var. O yazır ki, və təkcə Neymətullah boynunu bir xeyli qabağa uzadıb dəyən kişinin söhbətinə diqqətlə qulaq asırdı. Amma yazıq Rəfi o stolun dalında nə yaman büzüşmüşdü. İlahi elə bil indicə stolun altına girəcəkdi. Benjamin Spock, mənim yaxınlığımda oturan bir nəfər o birinə, deyirlər qəmbərli yenə tutublar, dedi. Görəsən doğrudurmu? Kimsə o başda yanıqlı pıçıldadı. Görəsən biz niyə bir-birimizin evinə gedib gəlmirik? Və başqa birisi həmin sözləri elə bil havadaca tutub ucadan təkrar elədi. Niyə biz bir-birimizin evinə gedib gəlmirik, dəyən dayı? Dəyən kişi bir iri boş qabın içindəki halvanı qabağına qoyub, tək başına tələsmədən yeyirdi. Ona görə ki, hamınız xəsizsiz, dedi. Və Spock söhbətini yarımçıq qoyub, bu cari mətləbə keçdiyi yerdə həmin adam ona ayrı sual verdi. Bəs sən niyə buzbulağa getmirsən, dəyən dayı? Mən o xarabaxanaya niyə getməliyəm ki? Necə niyə? Vətəndə axı. Mənim vətənim zadım yoxdur. Kimsə aşağı başda bic-bic pıçıldadı. Burasını düz dedi. Mən o yerə vətən deyərəm ki, mənim orada boğazında halva qaldığına görəmi, ya nədənsə dəyən öskürməyə başladı. Və o bic səsin yiyəsin. Badamlığım ola, deyib dəyən kişinin yarımçıq cümləsini öz bildiyi kimi tamamladı. Bu saat buzbulaqda torpaq başına qalıb, əkib becərən axtarırlar.
Amma bayaqki sualı verən də deyən tərs adam idi. Get bari bacılarını, qardaşlarını gör. Mənim orada qardaşım zadım yoxdur. Bəs Müslüm sənin qardaşın deyil? Xeyr, qardaşım deyil. Əgər o mənim qardaşım olsaydı, gedib şpiyon Qaraxanın qızını almazdı. O vaxt mənim dədəmi şeytanlayıb 5 ay türmədə yatırdan həmin o Qaraxan idi. Yox, bu olmadı. Sən elə hər sözə bir bəhanə tapırsan. Söz demək üçün də gərək adamın ağlı ola. Bu yerdə dəyən kişi mənalı Nemət namazın üzünə baxdı. Savadı ola, havayı danışmağın nə mənası var? İndi mən bu məclisdə əyləşən savadlı yoldaşlara bir sual verəcəyəm. Xahiş eləyirəm, diqqətlə qulaq asasız. Dünənki İzvestiya qəzetində və qəribədir, olduqca qəribədir. 80-a yaxın yaşı olan bir adam ağsaqqala oxşamırdı, qətiyyən oxşamırdı. Hər halda Buzbulağın tarixində bu vücudda, bu baş qulaqda ağsaqqal heç vaxt olmamışdı. Dəyən kişi biraz hamam müdirinə oxşayırdı, biraz pensionerə oxşayırdı və birazca da deyəsən, lənət şeytana, burasını heç deməsən yaxşıdır. Və ağaçların bəlkə xoşbəxtliyi də burasındadır ki, onlar torpaqdan üzüləndə ölürlər. Sonra adamlar 300-5-5 cəmləşdilər, qruplaşdılar, hərə öz müsahibini tapdı, hərə öz söhbətini başladı. Yaz yerlərində həmişə belə olur. Nəriman ayağa durub, başını tərpədə hamı ilə xudafisləşib çıxdı. O gedəndən sonra Rəfi bir müddət əsəbi halda yerində qurcalandı. Amma durmadı, dura bilmədi, çünki dəyən kişi bayaqdan bəri Rəfinin qulağının dibində nəsə üydüb tökürdü və Rəfinin biləyi də deyəsən dəyən kişinin əlində idi. O başda bir xeyli adam Nemət namazın söhbətinə diqqətlə qulaq asırdı, çünki Nemət namazın həm yaxşı danışıq qabiliyyəti vardı, həm də dünyada çox şeylər vardı ki, onları yalnız Nemət namaz bilirdi. Məsələn, Nemət namaz gözəl bilirdi ki, vətən dediyin nə Bakıdır, nə Buzbulaqdır, nə də dəyən kişinin Buzbulaqdakı badamın bağıdır. Vətən bir ülvi amaldır, bir yüksək məqsəddir. Özü də hər nədirsə onun bu məclisdə hamıdan çox Nemətullaha aidiyyatı var. Daha doğrusu Nemət namaza. Nemətullah Namazov olmağa nə var ki, kişi sən Nemət namaz ol. Və Nemət namazın hər sözünün təsiri oturanların üz-gözündən uzun müddət asılıb qalırdı və bu təsir bir çoxlarının sifətində. Durub Nemətullahı qucaqlayıb öpmək dərəcəsində güclü idi. Yaz yerlərində hərdən belə də olur. Rəcəb isə yəqin ki, bu saat ya metroda, ya trolleyebusda, ya da avtobusda yol gedirdi. Və mənə nədənsə elə gəlirdi ki, Sumqayıta gedən Rəcəb bu saat xəyalında həm də Buzbulağa gedir. Ya gedir ki, Cümşüdlə barışsın, ya gedir ki, Cümşüdü dəyirman arxında bir də döysün. Ya da elə belə, bir vaxt ilxi otardığı yerləri görməyə, gəzməyə gedir. Bu mənada tək bir nəfər kəndlinin bu metrolarda, trolleyebuslarda, avtobuslarda getdiyi yolun uzunluğu bəlkə ən uzaq ulduzların özündən də biraz oyan olardı. Bəlkə o metroda, o avtobusda, ya trolleyebusda indi Rəcəb Buzbulağa çoxdan çatmışdı, Cümşüdlə haqq hesabı çoxdan çürütmüşdü və indi Fizzə müəllimənin qapısında Rəcəb yenə hönkür-hönkür ağlayırdı. İndi Rəcəb ona görə ağlayırdı ki, Sumqayıt Buzbulaq deyildi. Ona görə ağlayırdı ki, indiki arvadı lap mələk olsa belə. Hər halda rüzgar deyildi və Rəcəb nə bilmək olar? Bəlkə bir də ona görə ağlayırdı ki, həmin o Fizzə müəllimə bir vaxt mələk kimi gözəl idi və Fizzə müəllimənin mələk kimi gözəl olduğu o vaxt daha geri qayıtmayacaqdı. Bəs o Qənbər necə? İndicə yaz yerində deyirdilər ki, Qənbəri yerinə tutublar. Qənbəri içib avaralanmağının üstündə tez-tez tutub buraxırdılar. Amma kim deyə bilər ki, lap o Qənbərin özü də bu saat o türmədə Buzbulaq yolu getmirdi. Və elə o türmənin özünə də yenə Qənbər bəlkə ona görə düşmüşdü ki, bir vaxt bu dünyada Fizzə müəllimə vardı və o Fizzə müəllimə mələk kimi gözəl idi. O içkinin xəstə aləmində bəlkə Qənbər Buzbulağın başgicəldən sarı günəşini görürdü və bəlkə Qənbərin sevgisi, gücü, həvəsi bir insan dərisinə sığışmırdı və canına bilə-bilə qəsd eləməklə Qənbər o sevginin, o gücün, həvəsin bir insan dərisinə sığacaq qədərini saxlamaq istəyirdi.
Hər halda buzbulaq uşaqlarının içində bir vaxt qəmbərdən zirəyi, qəmbərdən qüvvətlisi yox idi. Ağaçların ən uca budağına qəmbər çıxardı. Buzbulaq çayının ən qorxulu yerlərində qəmbər üzərdi və qaranlıqda qəbristanlıqdan keçməyə təkcə qəmbərin cəsarəti çatardı. Bu isə xırda cəsarət deyildi. Buzbulaq məktəbinin balaca atamanı, konsertlərdə, kinolarda, kluba pəncərədən girənlərin ən birincisi, Novruzda ən yaxşı yumurta döyüşdürən və kolxoz bostanından yemişlərin ən yaxşısını bir göz qırpımında çıxardan qəmbər. O məndən 2 sinif yuxarıda oxuyurdu və onlar Bakıya köçməzdən biraz əvvəl biz hələ təzə-təzə qəmbərlə dostluq eləməyə başlamışdıq. Bir gün qəmbər dərsə gəlmədi və o gün elə birinci tənəffüsdə qızlardan biri məni xəlvətdə çəkib sirli-sirli dedi ki, qəmbər dərsdən sonra səni filan yerdə gözləyəcək. O qız mənə ayrı heç nə demədi və mən özüm də ayrı heç nə fikirləşmədim. Çünki qəmbərin çağırdığı yerə getmək hər kəs üçün fəxr idi. Getməmək isə sadəcə mümkün deyildi və o gün bir uzaq kolxoz bağında, bir kolluqda, xəlvətlikdə mən qəmbərdən eşitdim ki, o daha heç vaxt məktəbə gəlməyəcək. Qəmbər gizlincə dedi ki, əmisi türmədən çıxıb, qəmbərin əmisi kolxozda hesabdar işləyəndə tutulmuşdu. Çoxdan türmədə idi, atası isə davadan gəlməmişdi. Dedi ki, əmim Bakıda ev alıb, gəlib bizi də aparacaq, amma heç kəsə deməyəsən. Bunu deyəndən sonra qəmbər xeyli vaxt mənim üzümə baxdı və birdən, bəs niyə ağlamırsan, dedi. Niyə ağlayım ki, mən elə gəlirdi ki, belə şeyə ancaq sevinmək olar. Dost deyilsən? Dostam, dedim və baxıb gördüm ki, qəmbərin gözləri dolub. Xeyli vaxt gözlərimi ovuşdurdum, ancaq gözlərim yaşarmadı. Qəmbər buna görə məndən incimədi, eləmə, dedi. Gözünə kirpiç düşər. Eybi yoxdur, mən gedən gün ağlayarsan. Və necə dedisə, mən birdən-birə kövrəldim, hiss elədim ki, doğrudan ağlamağım gəlir. Bunu qəmbər də gördü və bunu görəndə qəmbər yaman sevindi. Doğrudan dostmuşsan, dedi. İndi gördüm ki, dostmuşsan. Sonrası lap qəribə oldu, məktəbdə mənə qəmbərin sifarişini yetirən o qız da gəlib həmin bağa çıxdı, öz də elə bil qeybdən peyda oldu. Bir də baxıb gördüm ki, o bizim lap yanımızda dayanıb. Və o qıza göz-üzü baxandan sonra qəmbər üzünü mənə tutub, bir gülümsəmək gülümsədi ki, o vaxtdan bəri hər yadıma düşəndə mən qəmbəri elə o sifətdə görürəm. Bilirsən də, bilirəm, dedim. Qəmbər yerdən torpaq götürdü, bir çimdik qızın başına səpdi, bir çimdik mənim başıma səpdi. Gözlərinizi yumun, dedi. Açın, bu gündən bacı qardaşsınız. Və nə qədər qəribə olsa da qəmbərin yəqin ki, elə o bağdaca birdən-birə ağlına yerləşmiş o sehirdən sonra bir müddət mənə elə gəldi ki, biz o qızla doğrudan da bacı qardaşıq. İndi sənə bir sual versəm, inciməzsən ki? İncimərəm, dedim və nədənsə məhz bu məqamda həm də bəlkə birinci dəfə hiss elədim ki, mən bu qəmbərdən haradasa birazca qorxuram. Üstəlik orasını da gördüm ki, o qız qəmbərdən yaman qorxur. Bacının namusunu kim çəkməlidir? Belə yerdə çaşmaq pis olardı, ayıb olardı, amma mən çaşmadım və nə yaxşı ki, çaşmadım. Qardaş çəkməlidir, dedim və sevindim. Və elə sevindim ki, o sevinç hələ də yadımdan çıxmayıb. Malades! Qəmbərə də elə bu cavab lazım idi. Bunu sənə tapşırıram. Kinoya zada qoyma. Bədən tərbiyəsində Zinyətin tursigini geysə, mənə yazarsan. Qəmbərin dediyi Zinyət Şəkərək qızının o il dərs başlanandan bəri bədən tərbiyəsi dərslərində Buzbulaq məktəbinin qızlarına geydirmək istədiyi idman paltarı idi. Bundan ötürü Zinyət Şəkərək qızı hətta bir neçə dəfə məktəbdə valideyn iclası da çağırmışdı, amma kənar adamlar bir yana, heç bizim müəllimlərin özü də o paltarı qızlarına geydirmək istəmirdilər. Buzbulaqda hələlik vurtut bircə qız. Cəmisi bircə dəfə o paltarda idman dərsinə gəlib, özünü rüsvay cahan eləyəndən sonra o paltarın adı Zinyətin Tursigi qalmışdı. Və bu yerdə Qəmbər elə bil doğrudan da hirsləndi. O paltarı geysən, gəlib başını kəsərəm, dedi. Sonra mənə baxıb qıza əmr elədi. Sən yeri get. Qız getdi və Qəmbərin kolxoz bostanından o gün çıxartdığı 2 iri qovunu birini,
Biz elə o bağdaca ləzzətlə yedik. O biri qovunu Qəmbər bir çolun içində, otun alafın altında yaxşı-yaxşı gizlətdi və Qəmbərin mənim həmişəlik yadımda qalan o qəribə gülümsəməyini bu yerdə mən bir də gördüm. Ha, bilirsən də? Bilirəm, dedim və Qəmbərin qız üçün gizlətdiyi o qovunu mən o gecə səhərəcən yuxumda gördüm. Onlar doğrudan da kənddən gizli köçdülər, gecə köçdülər. Bir səhər Buzbulaqdan 2 ailə birdən yoxa çıxdı. Bir Qəmbərgilin ailəsi, bir Qəmbərin əmisinin öz ailəsi. Amma Qəmbərin əmisi o türmədə sən demə 1 il əvvəl çıxıbmış. Haradasa işə düzəlib, Bakının ətraf kəndlərini birində hətta bir yaxşı ev də tikdiribmiş. Onun bütün bu işləri belə gizli görməyinin isə Buzbulaqda əlbəttə öz nağılı, öz əfsanəsi vardı. O brezent çadırın altından şəhərə çıxanda mənə hər şeydən əvvəl orası qəribə gəldi ki, hələ heç axşam deməli başlı düşməmişdi. Hələ küçələrdə işıqlar yanmırdı, təxminən 2 saat qabaq mən o ehsan yerinə gedəndə hava necə idisə, indi də eynən elə idi. Bulanıq, rəngsiz, işıqsız dekabr havası. Burası daha qəribə idi ki, elə bil bu 2 saatın içində vaxt da qətiyyən hərəkət eləməmişdi. Yaxud bu bulanıq, bu rəngsiz havada vaxtın hərəkətini görmək qədərində işıq yox idi və mən elə gəlirdi ki, 10 il ya 20 il bundan sonra da eynən belə bir dekabr günü olacaq. Bu küçədə adamlar onda da eynən beləcə yeriyəcək, binalar eynən beləcə dayanacaq və o binaların üstündəki yazılar da eynən indiki məzmunda qalacaqdır. Deməli, vaxtın hərəkəti bu vaxt ərzində nəyinsə məzmunca dəyişməyi deməkdir. Və bu hərəkəti görmək üçün sən özün o məzmunun tərkib hissəsi olmalıydın. Məsələn, haçansa Yunanistandan, yaxud Krımdan gətirdiyi badam şitillərini Buzbulaq torpağına bastıran dəyyən kişi bir yaz o ağaçlar çiçək açanda vaxtın hərəkətini görmüşdü. Və elə o rəfin özü də bəlkə məhz vaxtın hərəkətini görmək üçün bir vaxt Bakının professorları ilə kəllə-kəlləyə gəlmişdi. Bəlkə Qəmbər o içkinin köməyi ilə vaxtı biraz geri çəkmək istəyirdi. Bəlkə Rəcəb Cümşüdü döyməklə vaxtı biraz irəli çəkmək istəmişdi və bəlkə Sadıq kişinin özü də keçən yay Buzbulağa məhz vaxtın hərəkətini görməkdən ötürü gəlmişdi. Özü də 58 ildən sonra. Mən ora gedəndə Sadıq kişi cəmsi 3-4 ay idi ki, Buzbulaqdaydı və bu 3-4 ayda Buzbulaqlılar Sadıq kişi ilə o qədər qaynayıb qarışmışdı ki, əgər onun geyimindən, bir də danışmağından azmaz şəhərlilik bilinməsəydi, Sadıq kişinin 58 il Buzbulaqda olmamağı bəlkə adamın heç ağlına da gəlməzdi. Buzbulaqda Sadıq kişi yaşda vurtut 1-2 nəfər də kişi qalmış olardı. Geyimi ilə danışığından əlavə Sadıq kişinin o qocalardan bir fərqi də yəqin ki, onun hər ay hökumətdən nəqd 180 manat pul almağı idi. Və deməli, Buzbulaqlılar Sadıq kişini birazca da hökumət adamı hesab eləyirdilər. Amma Sadıq kişi heç hökumət adamı olmasaydı da, ona gündə 2 dəfə çeşmədən bir vedrə su gətirən əlbəttə tapılardı. Üstəlik Sədi kişi də sağ idi və bu həmən Sədi kişi idi ki, bir vaxt Sadığın köməyi ilə Bakıda doktor Nərimanovun qəbuluna düşüb, həm şəkər azarından qurtulmuşdu, həm də özü demişkən bir bəyzadə kişi görmüşdü ki, Allah onu elə binadanca başda oturmaq üçün yaratmışdı. Rəhbər olan kəs gərək hər kəsin azarını bilə ki, sonra hamının azarından baş çıxara. Sədi kişinin o görüşdən sonraki əsas qənaəti bu idi. Şəkər azarının dərmanı isə sən demə Buzbulaq dağlarının o bol baldırğanı imiş. Sədi kişi çadır qurub 1 ilin düz 3 ayı, gündə 5-6 dəfə o baldırğanın suyunu təzə-təzə içib, şəkərlə haqq hesabı həmişəlik çürütmüşdü və buradan özü üçün belə bir nəticə də hasil eləmişdi ki, rəhbər olan kəs hər dərdin dərmanının harda olduğunu da mütləq bilməlidir. O zaman Sadığı görəndə Nərimanovun necə sevinməyini, onun Sadıqla necə qol boyun olmağını və necə zarafatlaşmağını Sədi kişi Buzbulaqda şübhəsiz ki, elə o vaxt Bakıdan qaydanda danışmışdı.
Və o vaxtdan bəri Buzbulaqlılar hər dəfə Nərimanovun adını eşidəndə yəqin Sadıq kişini də xatırlamışdılar. Öz dediyinə görə Sadiq kişi həmişə bilmişdi ki, Sadıq sağ-salamatdır. Əvvəllər ondan bilmişdi ki, Sadığı yuxuda görəndə həmişə ya ağac altında görmüşdü, ya su qırağında görmüşdü. Su da ağac da ömür uzadan şeylər idi. Sonralar Sadiq kişi ondan bundan soraqlaşıb xəbər tutmuşdu ki, Sadıq sağ-salamatdır. O şəkər azarının əhvalatı isə təxminən 55 ilin əhvalatı idi. Bu 55 ildə onlar heç vaxt görüşməmişdilər. Və o 55 ildə elə bil heç olmamışdı. Sadıqla söhbət eləyəndə Sadiq kişi həmişə uşaq kimi sevinirdi. Onun qızları, nəvələri Sadıq kişinin evini süpürürdülər, paltarını yuyurdular. Öz xörəyini Sadıq kişinin özü bişirirdi. Gərək mən də bir iş görəm ya yox. Amma Buzbulaqda hamı bilirdi ki, Sadıq kişi yeməyini ayrı adama etibar eləmək istəmir. Kişi canının qədrini bilir deyirdilər. Və əgər Sadıq kişinin hökumətdən aldığı o pul 180 yox, bari 80 manat olsaydı, bəlkə onun tək yaşamağına da Sadiq kişi ömründə yol verməzdi. Amma belə şeylərdə Buzbulaq adamı arif olur. Birdən bir ağzı göyçək tapılıb deyər ki, Sadiq kişi Sadığın 180 manatına tamah salıb. Sadiq kişi ilə Sadıq kişi Buzbulaq məscidinin qabağında yanaşı oturanda onların yan yörəsi həmişə adamla dolu olurdu. Oradakı söhbət də elə çox vaxt həmin o Nərimanov söhbəti idi. Çünki Buzbulaq kimi bir yerdə o cür sakitlikdə, asudəlikdə bundan maraqlı bir söhbət bəlkə heç ola da bilməzdi və üstəlik işin bu tərəfi də vardı ki, qocaların ikisi bir yerdə olanda söhbət əsnasında həmişə cürbəcür təzə əhvalatlar da tapılıb çıxırdı. Məsələn, o vaxt o boyda Bakıda Sadığı necə axtarıb tapmağından danışanda Sadiq kişinin yadına hər dəfə qəribə macəralar düşürdü. Sadıq kişi isə sən demə bir vaxt Həştərxan yolu ilə gəmidə. Haradansa komissarlarla hələ silah da gətirmişdi. Bir sözlə söhbət uzanıb gedirdi və Nərimanovdan başlayan o söhbət nədənsə hər dəfə hərlənib, fırlanıb əvvəl-axır gəlib kolxoz sədri Cümşüdün üstünə çıxırdı. Çünki bu məsələdə Sadıq kişinin zəif damarını Buzbulaqlılar çoxdan tutmuşdular. Ağılına nə yerləşmişdisə, Buzbulağa ayaq qoyduğu lap ilk gündəcə Sadıq kişi elə o meydançadaca hamının yanında birinci bunu elan eləmişdi. Qaraxanın oğlundan kolxoz sədri olmaz. İndi Buzbulaqda Qaraxanın keçmişindən əlbəttə az adamın xəbəri vardı. Qaraxandan narazılığının səbəbini Sadıq kişi heç vaxt izah eləmirdi. Sadiq kişi isə Qaraxandan, Cümşüddən söhbət düşəndə əvvəl uzun müddət için gülürdü. Sonra Qaraxanın barəsindəki bir əhvalatı həmişə eyni sözlə başlayıb, eyni sözlə də qurtarırdı və yenə öz səssiz gülüşü ilə gözləri yaşaranacan gülürdü. Bir gün atıla-atıla gəldi ki, bəs gəl ikimiz bir yerdə kolxoza girək. Mənə dədəmdən deyirəm, heç olmasa bir at qalıb, iki öküz qalıb. İşte şayət mən o kolxoza işləyəmməsəm, atla öküzlər işlər mənim əvəzimə. Bəs sənin dədəndən deyirəm nə qalıb? Vur tut bir eşək qalıb ki, onun da adı Qaraxan. Səndən ay dəyyüz dedim, kolxoz quran olar. Sən işləyənsən dedim. Əgər işləyən idin, bəs indiyəcə niyə işləmirdin? Dədəndən qalan torpağı niyə kəblə kazma satıb qumara qoyurdun? Qurumsaq. Tüpürdüm üzünə çıxdı getdi. Sonra neçə il kolxoza qaravolçuluq eləyib, orada-burada kölgələnib donuz kimi piy bağladı. Oğrunun yekəsi də elə özü idi. Sadiq kişi Cümşüdün özü barədə heç nə demirdi. Bəlkə ehtiyat eləyirdi. Bəlkə bu haqda Sadığın söz deməyini daha münasib sayırdı və bəlkə bir vaxt özü də kolxoz sədri olduğuna görə indiki sədrin dalınca danışmağı Sadiq kişi sadəcə şəninə sığışdırmırdı. Sadıq kişi Cümşüddən narazılıq eləyəndə yaxud bir ayrı şeyə görə gileylənəndə də Sadiq kişi nədənsə həmişə gülürdü. Sadiq kişi yaxşı bilirdi ki, Sadığın bir dövranı olubsa o da bəlkə inqilabın vur-havur vaxtlarında olub. Sadıq kişi də o savad hardandı ki, bu zəmanədə böyük mənsəb sahibi olaydı.
Sadıq kişi xırda-mırda işlərdə baş girləyib, özünü, ailəsini bir də bəlkə təmiz adını saxlamışdı və o 180 manatı da Sadıq kişiyə yəqin ki, elə o inqilab vaxtı zirək olduğunu görə verirdilər. Bunları bilmək çətin deyildi. Amma neynəyəsən ki, iş gəlib o cübşüdə dirənəndə də özünü başçı görmək, bünövrə qoyanlardan hesab eləmək Sadıq kişiyə ləzzət verirdi. Və məhz bunu bildiyinə görə də Sərdi kişi hər söz başı ona öz əməlindir deyirdi. Qanmazdı, qulturası yoxdur, danışanda ağzının tüpürcəyi adamı gözünə girir. Öz əməlindir. Kirəndə baxmır, bibliotekanı remont elətdirmir, cəmaatla kobud rəftar eləyir. Öz əməlindir. Sadıq kişini əlbəttə qəsdən qızışdıranlar da olurdu. Bəziləri onun sadəlövhlüyündən istifadə eləyirdilər. Çünki Sadıq kişi doğrudan da hədsiz dərəcədə sadəlövh idi. Ocaq öz yanından kitabxananın təmirinə girişirdi, gah kənddə hamam tikirdi, məktəb üçün təzə bina yeri fikirləşirdi və bunların heç birindən bir şey çıxmayanda bir də görürdün ki, Sadıq kişi bir dəstə uşağı başına yığıb şıdırğı rus dili öyrədir. Sadıq kişinin 58 il Bakıda yaşadığını həmişəlik yaddan çıxarmaq üçün onun dərslərinə bircə dəfə qulaq asmaq kifayət edirdi. Sadıq kişi kitabxanaya bir qayda olaraq biblioteka deyirdi. Arıya piçol deyirdi. Budaqda qəşəng meyvə görəndə, yaxud çayda rəng-bərəng daş görəndə dayanıb heyran-heyran baxırdı. Ah, nastayaş iskusto deyirdi. İndi gəl baş çıxart ki, iskustvo deməkdir. Sadıq kişinin hirsli vaxtları olurdu. Mən o revolyusiyanı Qaraxanın oğlu üçün eləməmişəm. Yaxud hey verəydiniz, yenə hey verəsiz deyirdi. Bir ağzınızdır, bir qarnınız. Nə gözünüz bir şey görür, nə qulağınız bir şey eşidir. Və yəqin ki, Sadıq kişinin buzbulaqda darıxan vaxtları da olurdu. Mən kefimi Bakıda çəkmişəm, bura ölməyə gəlmişəm. Ancaq Sədi kişi yarı ciddi, yarı zarafat deyirdi ki, düz danış, sən o Bakıda heç bir kef zat çəkməmsən. Özün də bura ölməyə zada gəlməmsən. Görmüsən ki, ölüm yaxındadır, qaçmısan ki, bəlkə ondan uzaq olasan. Bir sözlə Sadıq kişi də belə Sadıq kişi idi, mən onu yayda buzbulaqda qoyub gəldim. Payızda eşitdim ki, Sadıq kişi Bakıdadır və bir də o öləndən 40 gün sonra bildim ki, Sadıq kişi yoxdur. Hə, qardaş, belə işlər. Deyəsən, axır ki, evə çatıram. Birazdan Rəcəb də yəqin ki, Sumqayıta çatacaq. Mücür arvad deyəcək ki, məclis necə keçdi, oğul? Buzbulaqdan çox adam vardı. Rəcəb deyəcək ki, lap yaxşı keçdi. Buzbulaqdan da adam çox idi. Elə çoxsu buzbulaqlı idi. Və mücürü arvad başlayacaq ki, filan kəs də oradaydı mı? Bəs filan kəs necə? O qədər sorğu-sual eləyəcək ki, Rəcəb hirslənəcək. Əl çək, deyəcək. Cəhənnəm olsun buzbulaqda, buzbulaqlılar da. Qoy yatıb səhər işə gedəcəyəm. Onda mücür arvad yazıq deyəcək ki, boy buxununa qurban olma oğul, mənim məbadə buralarda bastırasan. Mücür arvad ağlam sınacaq və daha Rəcəb heç nə deməyəcək. Rəcəb yıxılıb yatacaq və yuxusunda görəcək ki, nəysə bu söhbət qurtaran söhbət deyil. Yaxşı olar ki, öz yuxumu danışım. Mən o gecə yuxuda çox qəribə bir vaqiyə gördüm. Vaqiyə nə vaqiyə? Yas yerindən reportaj. Gördüm ki, yenə yas yerindəyəm. Adamlar da əksərən elə həmin adamlardır. Ancaq çadır o boş çadır deyildi. Ağappaq çadır idi. Özünün də eyni uzunluğu görsənmirdi. Sonra gördüm ki, 4 tərəf badam ağacıdır və bu badamlıq Dəyyanın buzbulaqdakı badamlığına oxşayır da, oxşamır da. Bir də orasını ayırt eləyə bilmədim ki, badam ağacları çadırın çölündədir, yoxsa içindədir. Çünki badamın çiçək açan vaxtı idi. Çiçək ağ, çadır ağ, ağlıqdan adamın gözü qamaşırdı. Yuxu olanda nə olar? Samavar, dəmdəstgah bir aləm idi ki, gəl görəsən, özü də haradansa tanış bir səs gəlirdi. Musiqi idi, samavar dızıltısı idi, badamın çiçəyinə daraşmış arı səsi idi. Ya nə idi, Allah bilir. Amma son dərəcə tanış səs idi. Və axırda belə məlum oldu ki, o səs badam çiçəklərinin öz səsidir. Kərəminə min şükür ilahi, gör haçandan çiçək səsi eşitməmişdik.
Sonra fikrimdən keçdi ki, bəlkə bura yas yeri deyil, toy yeridir. İstədim biləm ki, mən özüm hardayam. O çadırın içindəyəm, yoxsa çölündəyəm? Və elə bunuca bilmək istədiyim yerdə bir də baxıb gördüm ki, Neymətullah əlində mikrofon ortalıqda dayanıb, mikrofonun uzun bir şnuru vardı. Bir ucu burada, o biri ucu atalar demişkən Ərdəbildə. Neymət Namaz deyirdi, yas yerindən reportajımıza başlayırıq. İlk söz hörmətli Dəyyən müəllimindir. Buyurun Dəyyən müəllim. Neymətullah bunu deyib əlindəki mikrofonu Dəyyən kişinin ağzına yaxınlaşdırdı və Dəyyən kişi boğazını arıtlayıb təxminən belə bir cəfəngiyat başladı. Bu cür cəfəngiyatı əlbəttə ancaq yuxuda eşitmək olardı. Yoldaşlar, bildiyiniz kimi mən həmişə yatmağın əleyhinə olmuşam. Ona görə də əgər səhər saat 6-da yuxudan durub bir stəkan çay içməyəndə saat 11-in yarısınacan çörək boğazımdan keçmir. Burada böyük politika var yoldaşlar. Benjamin Spock demişkən evinizi remont eləyin ki, havası təmiz olsun. Və mütləq papirosu tərk edin. Onu da deyim ki, mən bugün fədakar tütüncülərimizin bayramına əli boş gəlməmişəm. Sizə bir şeir bağışlayın. Onu demək istəyirəm ki, sizin hamınızı evimə dəvət eləyirəm. Ayrı şeyimiz olmasa da pitidən, bozbaşdan həmişə tapırıq. Qaldı ki, zamorojin ət. Bu sözlərlə də Dəyyən kişi deyəsən işləri xarablayacaqdı. Neymətullah onun qanının arasına lap vaxtında girdi. Mikrofonu bir göz qırpımında Dəyyən kişinin əlindən alıb reportajımızı davam etdiririk, dedi. Şnuru dalınca çəkə-çəkə Rəfiyə tərəf yeridi və bu yerdə əməlli başlı pərtlik olacaqdı. Çünki Rəfi başını Qəmər arvadın dizinin üstünə qoyub şirin-şirin yatırdı. Qəmər arvad da yatmış Rəfiyə şirin-şirin nəsə deyirdi, amma layla deyirdi, ya nağıl deyirdi, burasını ayırt eləmək çətin idi. Neymətullah yaxınlaşanda Qəmər arvad yavaşca çıs dedi. Mənim balamla işin olmasın, mənim balam yaman yorulub, mənim balam yatır. Və yenə Dəyyən kişinin səsi gəldi. Mən həmişə yatmağın əleyhinə olmuşam. Neymət Namaz cəmaatın arasında kimisə axtarırdı. Sakit yoldaşlar, reportajımızı davam etdiririk. Növbəti söz, saxla, saxla. Bu sözləri Dəyyən kişi yəqin ki, Neymət Namaza deyirdi. Qoy görək o kimdir ki, mənim ağacımın dibində, onun nə ixtiyarı var ki? Və qışqıra-qışqıra Dəyyən kişi əli ilə nəsə göstərirdi. Mən Dəyyən kişinin göstərdiyi səmtə baxdım, gördüm ki, Sadıq kişi orada bir qəşəng badam ağacının dibində dayanıb çiçəyə tamaşa eləyir. Sadıq kişinin arxa tərəfində kolun dalında da deyəsən bir adam gizlənmişdi, ancaq Sadıq kişi o adamı görmürdü. Nastayaşı iskusto. İşte! Dəyyən özünü yetirib tərs-tərs Sadıq kişinin üzünə baxdı. Yoxsa elə bilirsən ki, biz ayrı dil zat bilmirik? Bağışlayın, mən sizi Dəyyən kişi. Hə də tanımazsan, dedi. Çünki böyümüsən, amma onu bil ki, məni tanımamaq sənin üçün çox baha oturacaq. Arxadakı kol yenə tərpənirdi. Sakit yoldaşlar, bu isə əlbəttə Neymətullah idi. Şnurunu dalınca sürüyə-sürüyə o indi də deyəsən Sadıq kişinin üstünə gedirdi və Neymətullah gedib ora çatmamış, həmin o kolun dalından bir saqqallı adam da peyda oldu. Dəyyən kişi, Kəblə Kazım sənsən, dedi. Özü də nədənsə yaman cır səslə dedi. Elə bil yazığın boğazında ehsan halvası qalmışdı. Xeyr ola, çoxdandır ki, yastı zatda görsənmirsən. Kəblə Kazım deyəsən möhkəm yorğun idi. Keçib badam ağacın dibində bardaş qurub əyləşdi. Kərbəladan gəlirəm, dedi. Yunanistandan keçəndə yolda bir qədər ləngiməli oldum. Ona görə də biraz yorulmuşam. Sadıq kişi hələ də altdan yuxarı ağaca baxırdı. Dəyyən kişi sevindi. Pa, dedi. Səndə xəbər var ki, gedib Kəblə Kazımın yanında oturdu. Kipirdə vəziyyət nə yerdədir? Kəblə Kazım yazıq, Kərbəlada şəhid olmuş o 124 min peyğəmbərə ant verirəm, Dəyyən, dedi. Mənə bir də belə sual vermə. Axı, sən özü yaxşı bilirsən ki, mənim siyasətdən heç vaxt işim olmayıb.
Özü də elə bil qəsdən ucadan dedi ki, bu sözləri Sadıq kişi də eşitsin. Amma Sadıq kişini deyəsən o adamın çəyindən savayı gözünə heç nə görünmürdü. Yalan demə! Dəyyən kişi qəzəblə Kəblə Kazımın üstünə bağırdı. Sən köhnənin siyasətçisisən. Əgər düz adamsa de görüb sən o Yunanistana niyə getmişdin? Bu adam şitili gətirib mənim bağımı hörmətdən salmaq üçün, sonra da o adamı Məşədi Murtuza satıb mənim ağacımın meyvəsini ağacda çürütmək üçün. Saqqalından utanmayıb hələ mənə kələşdi gəlirsən. Bu siyasət deyil, bəs nədir? Kəblə Kazım, mən o Məşədi Murtuzu gör Hasandan görmürəm, dedi. Və birdən hönkür-hönkür ağlamağa başladı. Mənim 30 put baramamın pulunu elə o Məşədi Murtuz batırmadı mı? Ha, Məşədi Murtuz qubada sağ-salamatdır. Və bu vaxt Sadıq kişi elə bil o adam çəyinin yuxusundan ayıldı. Kim? Dedi. Məşədi Murtuz ola bilməz. Və elə Kəblə Kazımı da Sadıq kişi deyəsən bu vaxt gördü. O, Kəblə Kazım, Maya Paçtin, sən hara, bura hara? Kəblə Kazım yorğun-yorğun, Kərbəladan gəlirəm, dedi və nədənsə yenə ağlamağa başladı. Qələt eləmə, Yunanistandan gəlirsən, o şitilləri də bilirəm, harda gizlətmisən. Və dəyyən kişi bunu deyib birbaş bayaq sirli-sirli tərpənən çola sarı cumdu. Amma yuxunun qərbəliyinə bax. Daha orada çolzat yox idi, o çolun yerində bir ağappaq tülpərdə yellənirdi. Neymətullah əlində mikrofon o pərdənin qabağında dayanmışdı. Fədakar üzümçülərimizin adından indi də söz, kimsə haradasa qadın səsi ilə, indi də söz musiqinindir, dedi və bu dəfə mən haradasa səhnəyə oxşayan bir yer gördüm, bir qəribə arx gördüm, o arxın qırağında bir cavan gəlin gördüm, yenə həmin şnur, həmin mikrofon. Və o gəlin əlində mikrofon, o arxın başına dolana bir dəhşətli mahnı oxuyurdu və mən o mahnının yalnız bircə misrasını eşidə bilirdim. Haradasa su şırıldayırdı. Elə bil ya mikrofon xarab idi, ya da o mahnının eşidilməyinə cəmaatın şıdırğı əl çalmağı mane olurdu. Xoşbəxtlikdən o gün Buzbulaqdan bir yaxşı məktub aldım. Məni toya çağırırdılar və bəlkə buna görə də o məktub ötən yaxşın kədərini mənim ürəyimdən asanca alıb apara bildi. Mən Buzbulağı bir daha ürəyimin içində gördüm. Uca dağlarını gördüm, abad yollarını gördüm, yaraşıqlı evlərini, məğrur insanlarını. Mən Buzbulağı yenə toyda, şənlikdə gördüm. Və nə yaxşı ki, bu toy, bu şənlik yuxu deyil, həqiqət idi.